Baş sponsor Final çayı. Salam, sabahınız xeyir olsun. Əziz Doğma ATV Səhər izləyiciləri, xoş gördük hər birinizi. Həftənin ilk iş günündə saat 7:30-da sizin evlərinizin qonağıyıq. Abbas ağa deyir ki, mənə yaraşıqlı demərsən ha bugün. Ona görə də ona yaraşıqlı demirəm. Deyirəm ki, studiyada mən Nigar Cahangir və həmkarım Abbas ağa Əlizadədir. Sabahınız xeyir olsun ATV Səhərdə hər birinizi xoş gördük. Gün də başlayıb, həftə də başlayıb, ATV Səhər də başlayıb. Bu deməkdir ki, sizə qarşıdakı 2 saat yarım ərzində bir-birinə maraqlı məlumatları, xəbərləri çatdıracaq. Studiyamızın maraqlı həmişə kimi qonaqları var. Bir çox mövzulardan agah olacaqsınız. Əlbəttə ki, çalışırıq ki, burada həm baş verən hadisələrdən agah olasınız, həm əylənə biləsiniz. Musiqi vasitəsilə burada maraqlı qonaqlarımız olur. Hədiyyə də qazana bilirsiniz. Hədiyyəni qazanmaq da o qədər də çətin deyil əslində. Çox asandır. Düzdür, biraz sual məsələsini izləyicilərimiz çaşılır, amma hələlik hədiyyədən yox. Gəlin, anonsa nəzər salaq, görək bugün bizə baxsaz nələrdən xəbəriniz olacaq. Koda düşən ağıllı su sayğacları. Bu vəziyyətlə üzləşən abonentlər nə etməli? Küçə itlərinin insanlara hücumu niyə artıb? Mütəxəssislər çıxış yolu axtarır. Bu heyvanlar toplanılsın, gətirsinlər həmin sığınacağa, qısırlaşdırılsın. Xalq artisti Simarə İmanova ümumilli lider Heydər Əliyevlə bağlı hansı xatirəsini ilk dəfə dilə gətirdi? Dedi ki, bəs mən sabah Tiflisə gedirəm. Simarə qızımız mənim təyyarəmdə olsun. Bəli, çox maraqlı sizə çatdıracaqlarımız var. Birazdan onları sizə təqdim edəcəyik. İndi isə günün mövzusuna keçmək istəyirik. Günün mövzusu əslində aktual bir mövzudur. Çoxunu narahat edən mövzudur. Hamını narahat edən mövzudur. Ümumiyyətlə, son günlərdə də, belə deyək də, tez-tez bu halları eşidirik, şahidi oluruq. Təəssüf ki, küçə itlərindən danışacağıq. Küçə itlərindən özünüzü qoruyursunuz. Necə qoruyursunuz? Ümumiyyətlə, sizi narahat edən məsələlər nədir? Əminəm ki, bir çox insanların, necə deyərlər, bu məsələ həqiqətən də yaralı yeridir. Çünki o dediyimiz kimi elə bu yaxınlarda Masazır ərazisində olan hadisə, ümumiyyətlə, mənim öz Xırdalın ərazisində də küçə itlərinin sayı hesabı yoxdur demək olar ki, ona görə də fikirləşdik ki, sizin də ürəyinizcə olacaq bu mövzu və deyəcək sözləriniz çox olacaq. Ona görə 055-214-99-94 nömrəsinə yazın, fikirlərinizi bildirin. Ümumiyyətlə, bu ərazidən asılı olmayan bir mövzudur. Yəni, bu hər hansısa bir kənddə də ola bilər, hər hansısa bir qəsəbədə də ola bilər. Yəni, yaşayış yerindən asılı olmayaraq küçə itlərinin təhlükəsi olur. Təbii ki, nəzarətdə saxlanmalıdır və özümüzü necə qoruyuruq sualı da əslində əsas suallardan biridir. Amma özümüzü qorumaq onları öldürmək də demək deyil. Çünki onlara da belə şiddət də olmaz. Onları da qorumalıyıq, planet təkcə özümüzü bizim də qorumalıyıq. Deyil, onlar da yaşamalıdır, onlar da bu dünyada olmalıdır. Amma təbii ki, necə deyirlər, biz onlara xəsarət yetirməməliyik, onlar da bizə. Əminəm ki, indi ekran qarşısında elə bilin ki, sizin səsinizi eşidirəm. Bəzi izləyicilərimiz əminəm deyir ki, bəs zəng eləmişik, filan, gəlib amma aparmayıblar. Elə narahat olmayın, bu barədə də biz danışacağıq. Bütün bu suallar, əgər ümumiyyətlə hansı suallarınız varsa, yenə bu nömrələrə də yazmaqla bizə bildirin ki, məsələni aydınlaşdıranda biz də həmin o sualları ünvanlayaq. Və rastlaşdığınız hər hansısa bir hadisə varsa bu barədə danışın, ərazini qeyd eləyin. 055-214-99-94 bizim WhatsApp nömrəmizdir. Hər gün olduğu kimi bugün də viktorinamız olacaq. Bizdən hədiyyə qazana bilərsiniz. Şərtlərimiz çox asandır. Sadə şərtlərimiz var. Deməli, biz efir boyunca yaxın, yəni 2 saat yarım ərzində biz sizə 4 rəqəm səsləndirəcəyik. Amma hansı dəqiqədə, hansı zamanda biz onu deyəcəyik, hələ ki, heç nə demirik bu barədə. 4 rəqəmi səsləndiririk. Siz də Instagramda, indi biz o paylaşımı yerləşdirəcəyik. Son paylaşımın altında şərh bölməsində yazmalısınız həmin 4 rəqəmi. Doğru qeyd etdiyiniz halda, doğru qeyd edənlər arasında cəmi bir nəfəri proqram vasitəsilə seçirik və canlı yayıma qoşuruq. Bunun ardından növbəti mərhələyə keçirik. Növbəti mərhələni isə mən danışım. Deməli, əgər biz sizə 3 sual ünvanlayacaq, siz o doğru 3 suala doğru cavab versəz daha doğrusu, bizdən, bizim sponsorumuz Öz Yerimiz restoranından 2 nəfərlik səhər yeməyi qazanacaqsınız. 30 saniyə ərzində sizə veriləcək o suallar. Mən həmişə olduğu kimi yenə də bunu izləyicilərimizə deyim. Çünki adətən bizə qoşulan izləyici suallara cavab vermir. Onun yanında ailə üzvlərindən kimsə o suallara cavab verir və beləliklə də o 30 saniyə 1 dəqiqə olmuş olur. Çünki biz sizə ünvanladığımız sualları siz təkrar edirsiniz ki, evdə həmin adam eşitsin.
Beləliklə də itkisidir. vaxt itkisidir, qalib olmursunuz. Simanız görünmür, rahat qoşulun. Yəni kim suala cavab verəcəksə, elə həmin şəxs də bizlə telefon bağlantısında olsun ki, vaxt itkisi olmasın, gedib səhər-səhər belə dadlı təamlarla, yağlı, ballı, qaymaqlı o səhər yeməyindən öz yerimiz restorandan dada biləsiniz. Fürsəti əldən verməyib. İndi isə istəyərdik ki, baş verənlərdən də sizə agah edək, xəbərlərlə davam edirik. Qeyri-qanuni erməni birləşmələrinin kvadrokopterlə kəşfiyyat fəaliyyətinin qarşısı alınır. İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülh məramlarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib. Azərbaycan ordusunun bölmələri tərəfindən görülən təxirə salınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb. Bundan başqa saat 18:25 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutub, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Xarici xəbərlə davam eləyək. Macarıstan və Türkiyə NATO-da bir-birini dəstəkləmək barədə razılığa gəliblər. Bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siarto Türkiyənin yeni Xarici İşlər naziri Hakan Fidan ilə telefon danışığından sonra bildirib. Mən təbii ki, onu təbrik etdim və Prezident Ərdoğanın qalib gəlməsini nə qədər istədiyimizi söylədim. Biz iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirmək öhdəliyimizə sadiq olduğumuza bir-birimizi əmin etdik və NATO-da qarşılıqlı dəstəyimizi davam etdirməyə razılaşdıq, deyə o bildirib. Ötən həftə Əl-Şəbab terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülh məramlısı dünyasını dəyişib. Bunu Uqanda prezidenti Yoweri Museveni bəyan edib. Onun sözlərinə görə terrorçuların bazaya hücumları Somalinin Barayevə şəhərində həyata keçirilib. Biz komandir də daxil olmaqla həlak olmuş 54 əskərin cansız cəsədini tapdıq. Əl-Şəbab yaraqlıları Barayevəyə növbəti hücum cəhdi ediblər, lakin qüvvələrimiz əhəmiyyətli zərbə vuraraq onları qaçmağa məcbur edib. Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb. Hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb. Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaralar alıblar. Yaralılar ilkin müdaxilədən sonra Ereğli Dövlət Xəstəxanasına aparıblar. Hadisədə iştirak edən 6 nəfər saxlanılıb. İndi isə sizə... Polisi də görüb sakitləşməklər üzr istəyirəm. Hə, yəqin o qədər artıq Başı idarə olunmaz bir vəziyyətə keçiblər ki, ona görə də polisi də gördükləri təqdirdə dayanmayıblar. Futboldan danışacağıq. Milano futbol komandasının 41 yaşlı İsveçli hücumçusu İbrahimovic futbol karyerasına başa vurub. O bunu İtaliya çempionatının Milan-Verona oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib. Futbolla vidalaşmağın vaxtıdır, amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər deyə o bildirib. İbrahimovic İsveçin ən məşhur futbolçusudur. İtaliya A seriyasının cari mövsümündə İbrahimovic 4 maçda iştirak edib və 1 qol vurub. İsveçli həm də Barcelona, Juventus, Inter, PSG, Manchester United və Los Angeles Galaxy klublarında oynaması ilə də tanınır və əlbəttə ki, onu sevənlər üçün bu bir qədər məyus edici xəbərdir. Bəli, hətta mən futboldan elə də belə geniş anlayışım olmasa, onu tanıyıram və çox belə xarizmatikdir düşünürəm. Və əlbəttə ki, illər ərzində adını tarixə yazmağa bacarıb, artıq onu dünyada tanıyırlar. Bir çox belə maraqlı faktlar bilirdim, indi xatırlamıram, amma o faktın özünü xatırlamasam da, faktın mənə ötürdüyü o belə müsbət emosiya, bax o yadımdadır deyə bilirəm ki, o ümumiyyətlə belə insan olaraq da çox yaxşıdır. Amma dediyi kimi də uzaqlaşmayıb hələ həyatdadır, yaşayır əlbəttə ki, bir çox yerlərdə də onu görə biləcəklər. Yetər ki, bundan sonraki həyatında da istədiyi kimi uğurlara nail olsun. Koda düşən ağıllı su sayğacları. Bu vəziyyətlə üzləşən abonentlər nə etməli? Hə, indi
Sən mənə de görüm, sən tənbəlsən, yoxsa yox, işləri sonraya saxlayırsan, ya yox? Əslində, hə, insanın daxilində tənbəllik, məndə yəni misal üçün var, mən onu deyə bilərəm, tənbəllik var. Onun fərqinə vardığıma görə ona hər zaman güc gəlməyə çalışıram, əks halda bilirəm ki... Amma gəl mən səni sevindirim. Mən səni belə kənardan izləyən bir adam kimi fikirləşirəm ki, sən heç də tənbəl deyilsən. Çünki tənbəl adamlar işlərini həmişə birazdan eləyərəm, başqa vaxt eləyərəm, belə yavaş-yavaş saxlar, amma məsələn, sən həmişə zəngli saat qoyursan falan saatda bunu mütləq eləməliyim. Çünki bilirəm ki, tənbəllik var daxilimdə, o mənə güc gəlməsin deyə mən ona güc gəlməyə çalışıram deyə bu qədər işi çatdırmağa çalışıram. İndi də tənbəllikdən danışacağıq, amma bəzən tənbəl insanlar o qədər tənbəl olurlar ki, hətta belə yəni danışmağa da tənbəllik edirlər. O sənin kimi belə öz tənbəllikləri ilə üzləşməyə cəsarət eləmirlər. Qısacası tənbəllərdən danışırıq. Adam deyər ki, nigar sən də tənbəl deyilsən. Hə. Tənbəllik bir çox hallarda prokrastinasiya ilə qarışdırılır. Bu, təxirə salmaq sindromudur. Belə insanlar vacib bir işin icrasını sonraya saxlamağı sevir. Amma onlar işlərini ertələyərkən istirahət etmir. Əksinə, enerjisini lazımsız yerlərə sərf edirlər. Lakin prokrastinorlar önəmli işi təxirə saldıqları üçün narahatlıq hissi keçirirlər. Prokrastinasiya edən insanın tənbəl insandan fərqi ondadır ki, o işini məmnuniyyətlə görərdi. Sadəcə olaraq işə başlamaqda çətinlik çəkir. Biz istirahət etdiyimiz zaman enerji bərpa olur. Prokrastinasiya etdikdə isə əksinə enerjimizi itiririk. Bir çox hallarda prokrastinasiya ciddi problem hesab olunmasa da insanı stresə sala bilir. Bəs bu problemi özümüzdən necə uzaqlaşdıra bilərik? Prokrastinasiya ilə mübarizənin müxtəlif üsulları var. 3 dəqiqə qaydasına görə 3 dəqiqədən az müddət tələb olunan bütün işlər dərhal yerinə yetirilməlidir. Belə olan halda beyinə artıq daha mürəkkəb işləri də icra etmək siqnalı ötürülür və ya görülən işlərin siyahısını tərtib etməklə bu sindromdan zamanla xilas olmaq mümkündür. Bu sindromdan çıxış yolunu o vaxtlar atalarımız demişdi. Bugünün işini sabaha qoyma. Üsayla Mustafayeva, ATV Səhər. Bəli, tənbəllərdən danışdıq. Bugün işini sabaha qoyma, amma onu da vurğulayaq ki, texnologiya o qədər inkişaf edir ki, hər hansısa bir müəssisədə görəcəklər ki, misal üçün, sən tənbəlsən deyəcəklər, onsuz da ehtiyac yoxdur, süni intellekt sənə əvəz. Bəzi işlər var ki, orada artıq süni intellekt əvəz edə bilir sən. Hətta yəni bu ChatGPT yoxdur. Yazırsan, məsələn, deyək ki, bir mətn yazmalısan, ona yazırsan, o da sənə mətni də hazır atır. Mahnı bəst eləmək istəyirsən, nə bilim, o mahnı da sənin üçün hazır bəst edir. Əsl tənbəl malı da, necə deyərlər. Amma unutmaq lazım deyil ki, bəzən süni intellekt də səhv eləyə bilir. Səhv eləyir, amma onu da vurğulayaq ki, bizi tənbəlləşdirə bilən amillərdən biri məhz bu texnologiyadır. Onun sayəsində müəyyən tənbəllik formalaşır bəzi insanlarda. Biz tənbəlliyi başladıq paltarıyan maşın, nə bilim, ət çəkən maşın, robot toz soran. Yəni, o artıq demək olar ki, bilirik də. Yəni. Hər hansısa bir hesablama aparanda kalkulatordan istifadə olunma. Düz deyil, kalkulator o qədər də artıq texnoloji bir yenilik kimi qəbul olunmur. Amma nəzər alaq ki, o da bizim əvəzimizdə görülür bir çox şey. Bu yaxınlarda bir xəbər rastıma çıxdı. Deməli, ölkə də yadımda deyil. Hansı ucqar bir belə deyək də, yəqin ki, Afrika ölkələrindən biri idi. Orada xanımlar texnologiyadan tamamilə uzaqdılar. Şam yandırırlar, paltarları özləri yuyurlar. Yəni, heç də tənbəl deyirlər. Bax, ona görə də onlarda aktiv həyat tərzi davam edirlər. Ümumiyyətlə, süni intellektdən danışırıq hazırda. Süni intellekt də bəzən səhv eləyə bilir və nə qədər ağıllıdır, nə qədər bizdən üstün ola bilər, nə qədər bizdən artıq rəqabət apara bilər mövzusuna bir yanaşma eləmişik və araşdırmamızı hazırda sizə təqdim edirik. Süni intellekt dünyada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir tərəfdən ona maraq günbəgün artır, digər tərəfdən isə şübhələr və tənqidlər getdikcə güclənir. Bəs süni intellekt düşünülən qədər ağıllıdırmı? Maşınların insanlardan üstün olduğu bir çox vəzifənin olduğunu inkar etmək olmaz. Heç bir insan öz başına çox böyük bir məlumat bazası götürə və ondan dəqiq proqnozlar verə bilməz. Bu mümkün deyil. Süni intellekt səhiyyə də daxil olmaqla bir çox sahədə tədqiqatçılar üçün əsas alətə çevrilib. Süni intellekt insanlara tövsiyələr verir, hətta qərarlar qəbul edir. Bəs bu sistem necə işləyir? Çox sayda insan əməyi sayəsində. Süni intellektin həqiqətən avtonom rejimdə çalışması üçün bu vacibdir.
Kompüterlərin bizə nəzarət edəcək qədər ağıllı ola biləcəyi bir çox proqramçılar tərəfindən təqsib edilir. Düşünürəm ki, bu fikirlər olduqca gülüncdür. Çünki süni intellekt insanın yaratdığı məhsuldur və onun gələcəkdə insanı əviz etməsi, hətta idarə etməsi heç də məntiqli gəlmir. Proqramçılar bildirir ki, bu kimi sistemlərlə bağlı qərəz hər zaman olacaq. Zamanla insanlıq maşınların standartlaşdırılmış məntiqinə tabe olur. Unutmayın ki, süni intellekt insan zəkasını imitasiya eləyir, onu əvəz eləmir. Cəmlə Hacızadə, ATV Səhər. Küçə itlərinin insanlara hücumu niyə artıb? Mütəxəssislər çıxış yolu axtarır. Bu heyvanlar toplanılsın, gətirsinlər həmin sığınacağa, qısırlaşdırılsın. Bəli, mövzumuzu bir daha xatırladaq ki, küçə itlərindən özünüzü qoruyursunuz. 052149994 nömrəsinə yazıb fikirlərinizi bizimlə paylaşa bilərsiniz. Məsələn, bir izləyicimiz yazıb ki, küçədə it gördükdə heç baxmıram ona, sakitcə keçirəm yanından. Amma bəzən uşaqlar belə eləmirlər. Yox, məsələ itin yanından sakit keçmək deyil. Çünki mən də rastlaşmışam, olub sakit getdiyim halda bir də gördüm bir yerdən it cumdu üzərimə. Sadəcə mən qaçmadığım görə o üzərimə gəlmədi. Mən üzərinə getdiyimə görə dayandı. Amma belə normalda mən də sakit gedirəm. Ona görə də o itlərin tutmaq olmaz hansı bir zamanıdır. Onu bilmirsən ki, o sənin üzərinə cumacaq yoxsa yox. Sən günəşli tərəfdə yaşayırsan da. Hə, amma o itlə mən 20 yanvar ərazisində qarşılaşmışdım. Yəni, yaşadığın ərazidə belə küçə itləri çoxdur yoxsa yox? Çox deyil. Açığı deyim, mənim rastıma çox çıxmır. Bir neçə il bundan öncə olub. Amma hazırda o qədər də çox deyil. Məsələn, mən Xırdalanda yaşayıram. Bizdə küçə itləri çox yox, sürü halındadır. Həqiqətən, bildiyin sürü halındadır. Və hətta Heydər Parkı Xırdalanda var. O parkda da hədsiz çox itlər var, hədsiz. Bax, bu izləyicimiz deyir, yanından keçirəm. İndi orada yanından keçməkdən bir də görürsən ki, o itlər özləri öz aralarında danışır və düşünəndə ki, kiminsə qorxusu ola bilər, hansı bir uşaq bundan necə bir travma ala bilər. Doğrudan da fəsadı çox böyükdür. Amma hələ ki, çarəsi tapılmayıb da. Peki, çarəsi tapılsın və hər hansı bir xoşa gəlməz hallar çox olmasın. Çünki desək ki, olmasın, amma baş verir. Bəzən elə hallar var ki, baş verir və it kiməsə cumur, təhlükəli anlar yaşanır. Bir izləyicimiz yazıb ki, atalar misalıdır. İtlə yoldaş ol, dəyənəyi yerə qoyma. Deməli, sabahınız xeyir deyir evlərimizin gülərüz balaları. İndi deyir, küçə itləri hədsiz çoxalıb, məhv etməyə də izin vermirlər, öldürməyi nəzərdə tutur. Nə də deyir, bir tədbir görmürlər. Bizdə kənd yeridir, hər yer itdir, böyüklər özlərini qoruya bilir, amma uşaqlar acizdir. Tədbir görülməlidir, Şəkidən yazıblar. Hə, əslində doğrudur, yəni uşaqdır o belə ekstremal hallarda nə edəcəyini bilmir, amma indi belə. Məsələn, sən deyirsən, mən qaçmadım. Amma uşaq bilmir, o fikirləşir ki, elə qaçmaq ani olaraq, yəni refleksdir. Salam, bizim də küçədə çoxdur. Xudadda Süleyman Rüstəm küçəsində və deyir, çox qorxuludur. Görsən, çox ərazidə var. Bu, baxmır, ərazidə nasıl olmayaraq rastlaşıraq, çox-çox gəlir mesajlar artıq bundan bağlı. İzləyicim bir yazıb ki, bizdə küçə iti yoxdur, amma qonşumuzun iti var. Qorxumuzdan keçmirik orada. Hə. O evdə olan o mühafizəkar itlərin təhlükəsi daha çox olur. Niyə? Çünki o düşünür ki, evə kənar adam gəlməsin, kənar adam gələndə daha çox hürməyə başlayır və sənin üzərinə gələ bilir. Rəvan bəy yazıb bizə. Deyir ki, mən itlərdən qaçmıram, üstümə gəlsələr də dayanıram. Onda çıxıb gedirlər. Mən belə müşahidə etmişəm. Düz müşahidə etmişsə, elə Abasağa da onu deyirdi. Adətən belə olur. Yəni, qaçsan, bir dəfə tələbə olanda bizim universitetin yanında bir kitabxana var idi. Mən də kitabxanaya getmişəm. Əlimdə kitab belə əhval-ruhiyyəm də çox yaxşıdır. Birdən belə binanın timin keçəndə gördüm ki, belə kinolarda olur, itlər belə qaçanda, belə tüklər də belə arxaya gedir. 4-5 dənə çox belə məni bir dəfəyə yeyə biləcək itlər üstümə çox sürətlə qaçırlar. Başa düşdüm ki, onsuz da mən qaçmaqla heç nə olmayacaq. Mən də sənin kimi, sənin variantını istifadə edim, qaçmadım. Onlar belə üzbəüz gələndə mən də belə dayandım və nə yaxşı ki, itlər də dayandılar. Əminəm ki, qaçsaydım, hazırda səninlə burada söhbət eləmiş olmayacaqdım. Çünki çox qorxuluydular.
onda bir də həmin O refleksdir, insanda formalaşıb qaçır, amma nəzərə almaq lazım ki, it sənin də sürətli qaçıb sənə çatacaq. Hə də, yəni qaçmağın heç bir qaçıb haradasa xilas belə yolu yoxdur. gizlənə biləcəksən, o başqa məsələ. Harasa çatıb qapını bağlayacaqsan, o başqa məsələ, amma belə açıq məkanda sən qaçsan, istədiyin halda gəlib çatacaq sənə. Amma o məsələdə məni təəssüfləndirən əsas məqam o idi ki, orada yetərincə insanlar olduğu halda heç biri o itləri belə qovmağa cəhd göstərməmişdi. Amma belə kənarda belə dayanmışdı ki, itlər qaça-qaça gəlir. Onlar da özləri üçün qorxurdu. Fikirləşiblər, kömək eləyəri gəlib bizə hücum eləyər. Deyir ki, izləyicimiz, itlərə heç nə eləməsən, onlar da heç nə eləməz. O qədər olub ki, keçmişəm yanından, heç nə eləməyib. Qısırlaşdırmaq da düzgün deyil, çünki nəsli bitə bilər. Yox, bu küçə itlərinin nəsli bitməyinin yəni heç bir təhlükəsi yoxdur, elə bir təhlükə altında deyirlər. Amma onları öldürmək də lazım deyil, çünki bu çıxış yolu deyil, heyvanları öldürüb, yəni çıxış yolu tapmaq bunda deyil, onları əksinə qorumaq lazımdır. Sığınacağa aparmaq lazımdır. Bax, izləyicimiz deyir ki, onlara mən yanından keçmişəm, heç nə eləməyiblər. Sizin qorxunuz yoxdur deyə bu sizə belə gəlir. Məsələn, mənim qorxduğum hansısa bir heyvan var, tutaq. Mən o heyvanı sürü halında görsəm, mən çox qorxaram. Düşünəndə ki, hansısa insanların fobiyası ola bilər və ya ümumiyyətlə balaca uşaqların elə məqam deyildi. İndi onlar bilmədən daş atır və ya iti çağırır. Düzdür, valideynlərin də üzərində burada böyük bir məsuliyyət düşür. Çünki adətən valideynlər uşaqlarını izah eləmirlər ki, itə daş atma, iti vurma və beləliklə iti biraz aqressivləşdirib, elə uşaqlar da var ki, aqressivləşdirən sonra itlər onlara hücum eləyə bilər. Və dəfələrlə rastlaşırıq ki, itin insanlara hücumu, təhlükəli anların yaşanması, ümumiyyətlə təhlükə çox yerdə var. Elə misal üçün, havaların artıq isindiyi bir dövrdə görək ki, temperaturu yüksəlir və çoxu dənizi üst tutur. Mən düşünürəm ki, dənizdə suyun temperaturu hələ ki yüksəlməyib. Amma artıq uçutanlar var, yəni istirahət edənlər var. Orada da təhlükələr yaranır. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər. Başlığında bir xəbər dərc olunub. Hazırda indi siz görürsünüz. Bir fotoda paylaşılıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirlikdən reporta bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərlə nəzarət və sularda xilas etmə dövlət xidmətinin Nardaran sularında xilas etmə məntəqəsinin dalğıc xilas ediciləri hadisə yerinə cəlb edilib və xilas ediblər onları. Ərazidən çıxarılıb, söhbət həyata keçirilən operativ xilas etmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü Əhmədov və 1999-cu il təvəllüdlü Xələfov dalğıc xilas edicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarıblar. Ümumiyyətlə, dənizdə çox vaxt üzməyi bacarmayan insan belə dərinə gedir. Ümumiyyətlə, ehtiyatı saxlamaq lazımdır, çünki aldadıcı ərazilər var da dənizdə. Yox, onlar məncə üzməyi bacaran insanlardır. Çünki biri hava şarındadır, biri də dalğıcdır. Yox, Batanın biri yəni biri hava şarından istifadə edib, digər... Yox, sadəcə dalğıc xilas edicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Demək ki, o da dalğıcdır da, Abbas? İstənilən halda 2 nəfər təhlükədə olub, onları çıxarıblar, amma belə başa düşdüm ki, dalğıcı olmayıb. Amma istənilən halda ehtiyat saxlamaq lazımdır. Və ümumiyyətlə, dənizdə həmişə belə batan insanlar, üzməyi bacaran insanlar olur. Çünki üzməyi bilməyən insan olsa fikir ki, mən bacarmıram, ayağım yerə dəymirsə, hara gedim də. Yox, əksinə, misal üçün, mən üzməyi bacarıram, məndən gedən dostum gedir irəliyə, deyirəm, hara gedirsən? Yəni, sən başa düş ki, bu dənizdir də, sən o dalğa, hətta peşəkar üzgüsünü belə boğa bilər də, nəfəs borusuna gedəcək, sonra neyniyəcəksən deyirəm. Yəni, o onunla bağlı deyil, əksinə, bacaran o qədər də uzağa getmir, bacarmayan gedir çox vaxt. Təəssüf ki, ona görə çox ehtiyatlı olmaq lazımdır. Xoşbəxtlikdən hər ikisi xilas olunub, özümüzü qorumalıyıq. Oxuyursan başqa xəbər, yoxsa mən bir çox hadisələr baş verir. Sənə gələn mesajlarla davam edeyim, mən də xəbərlərlə. Yaxşı. Bir izləyicimiz yazıb ki, indi itsiz yer yoxdur. Bütün küçələr demək olar ki, itlə doludur. Düz deyirsiniz. Səlyandan izləyicimiz yazır. Mən də bir gün küçə itlərinə məruz qalmışdım və onlardan qaçmamışam. Onlar da məndən uzaqlaşıb. Yəni, hamı bu variantın işlədiyini demək istəyir ki, əgər itlər sizə hücum eləyirsə, qaçmayın. Amma ümid eləyək ki, ümumiyyətlə, o küçə itləri bizə hücum eləmək kimi bir şans da, yəni bir fürsət də yaranmasın heç. Aysel xanım yazır, Neftçaladan, deyir, daimi tamaşaçınızam.
Biz özümüz 2 dənə iri it saxlayırıq. Buna baxmayaraq itlərdən yenə də çox qorxuram. Çünki siz öz saxladığınız itə bələdsiniz. Amma küçə itlərinə yox təbii ki. Onlara etibar eləmək olmaz. Bir çox hadisələr baş verir. Yeni deyirəm, təhlükə bu heyvanlarla bağlı deyil, təbiət də bizim üçün təhlükə yaradır. Misal üçün, Leysan Krasnodarı nəhəng hovuza çevirib, təsəvvür eləyin. Videoda var, indi onu da göstərəcəm sizə. Krasnodarda əlverişsiz hava şəraiti hökm sürür. İyunun 4-də şəhərə yağan güclü Leysan ərazini böyük bir hovuza çevirib. Qeyd edək ki, daşqın artıq aradan qaldırılır. Şəhərdə kommunal xidmətlər və nasos avadanlığı səhər saatlarından işləyir. Krasnodar meriyası vəziyyəti nəzarətdə saxlayır. Videoda var, gəlin o görüntünü bərabər izləyək. Həqiqətən də vəziyyət nə dərəcədə ciddidir orada. Gör nə qədər hündürdür ki, avtomobillər artıq təkərləri də görünmür. Bu boyda ərazini əslində təmizləmək də o qədər asan deyil. Böyük bir ərazidir. Böyük bir ərazinin də sulardan təmizləmək lazımdır. Nə yaxşı ki, artıq leysan yağmağı dayandırılıb, yəni leysan yağmır daha, yağmağı dayanıb və tədbirlər görülür. Təsəvvürlə o yağmağa davam eləyəcəkdir və ondan sonra nə olar? Fəsad necə ola bilər? Və idmandan da xəbərlərimiz var. Sən xəbərlərin çoxdur deyəsən. Hə, idmandan da xəbərimiz var. İstərdim ki, idmandan da danışaq, indi ondan da danışacağım sizə. Halk Braziliya çempionatında möhtəşəm qol vurdu başlığında bir xəbər var. Atletika Mineiro'da çıxış edən 36 yaşlı Halk uzaq məsafədən qapını dəqiq nişan alaraq komandasına qələbə qazandırıb. Futbolçu Braziliya çempionatında Cruzeiro ilə maçda 1-0 möhtəşəm qol vuraraq komandasına qələbə qazandırıb. Qeyd edək ki, bu mövsüm hücumçu Braziliya çempionatında 9 oyunda 5 qol vurub. Təbrik edirik, uğurlarının davamlı olmasını deyirik əlbəttə ki. Bir idman xəbəri də var, onu da çatdırım. Benzema Real Madridi tərk edir, rəsmidir. Real Madrid klubu Karim Benzemanın bu yay klubu tərk etmək qərarını açıqlayıb. Daha əvvəl 35 yaşlı hücumçunun Səudiyyə Ərəbistanının Əl-İttihad klubundan təklif aldığı məlum olub. Yeni klubunda Fransızın 2 il ərzində 200 milyon avro qazanacağı bildirilib. Komandadan Benzema ilə razılaşmanın əldə olunduğu artıq təsdiqlənib. Təsdiqlənibsə, deməli artıq gedəcək, təsdiqini də alıb. Mövzuyla bağlı əlbəttə ki də yaza bilərsiniz. Təhlükədən danışırıq, itlərin bizim üçün yaratdığı təhlükə və mesajlar daxil olur. Buyurun, Nigar. Şamaxıdan izləyicimiz yazıb ki, bizdə vəziyyət deyir, çox acınacaqlıdır, həddindən artıq çoxdur itlər. Hətta deyir, məktəblərin qarşılarında daha çoxdur. Məktəblərin qarşısında çoxdur, uşaqlar üçün bu ciddi bir təhlükədir. Əlbəttə ki, bununla bağlı mütləqdir ki, hər hansısa bir tədbir görürsünüz. Niyə? Çünki sonra hər hansısa bir təhlükə baş verəndə artıq günahkarı axtarmağın da mənası qalmır. Çünki hadisə baş verir. Baş verəndən sonra kimsə həyatı gedirsə, artıq çətindir onda. Sərliyandan izləyicimiz yazıb ki, küçə itləri burada çoxdur. Adam qorxur küçəyə tək çıxmağa. Gündüz vaxtı belə adama hücum eləyirlər. Buna bir əncam çəkilsə yaxşı olar. Əlbəttə ki, tədbir görülməlidir. Tədbir də itləri məhv etməklə deyil, onları qoruyaraq hər hansısa bir tədbirin görülməsi ilə həyata keçirilməlidir. Mövzu ilə bağlı biz şəhər sakinləri arasında da sorğu keçirmişik. Gəlin görək, onlar bu mövzu ilə bağlı, itlərin yaratdığı təhlükə ilə bağlı nə deyirlər? Küçə heyvanlarından özünüzü necə qoruyarsınız? Çalışdığım qədər qaçıram. Yəni onlara zərər vermək istəmirəm. Onlar da mənə zərər verməsinlər. Xətai rayonunda özüm yaşayıram. Gecə işdən evə gələndə dəfələrlə hücum eləyib. Bu heyvandır, yəni bu əhilləşməyən bir şeydir. Özünüzü necə qorumusunuz? Özümüzü necə qorumuşuq deyəndə ki, ümumiyyətlə heyvan üzərində cumanda qaçmaq düzgün deyil. Ətrafınızda nəsə varsa belə çubuq falan deyim. Yəni onunla eləmək olar və yaxud da belə insanlar, sakinlər varsa belə yardım istəmək olar. Hansı bir it olursun, nə qədənə it olursun, aşağı oturdun, sən o hiss eləyir onu ki, sən ona tabisən. Tabi olursan, onu qaydır. İt gələndə, belə əyləndə, məsəl üçün, it hələ də toxunmur adama, amma inanmıram. Yəni çalışmalıdır ki, həmin moment qaçmalısan. Aşağı oturmaq lazımdır. Aşağı otursam o gəlməyəcək. Allah şahiddir, gəlməyəcək. Belə bir hallarla rastlaşmışam uşaq yanımda olanda. Kimisi köməyə çağırmışam. Çünki uşağım olanda. Amma o it heç nə eləməyib uşağı. Düzdür. Sadəcə olaraq o uşağın üzərində çöküb. Uşaq da qorxub. Bir müddət xəstə də olub onun üzərində. Olub, məndə də olub. Mən özümü qorumuşam. Necə qorumusunuz?
Bir əlimlə belə falan bəsmişəm, hətta cumub yumruq da vurmuşam. Olub rast gəlib. Yəqin ki daşla və yaxud da taxta ilə nəyinsə bir qoruyaram özümü. Əgər bir ağac keçsə ki, ağac atmağa çalışasan. O bir şəhər yerində insanın beyninə bir qorxu gəlir, qaçmağa bacarsan da başqa nə olacaq? Bəli, İlqar birazdan bizlə bərabər olacaq, öz ifasını, performansını nümayiş etdirəcək. İndi isə bir xəbəri çatdırmaq istəyirəm. Yaponiyanın ən yaşlı şahzadəsi 100 yaşını qeyd etdi. Bu başlıqda bir xəbər var, gəlin siz də agah eləyib bu xəbərdən. Yaponiyanın imperator ailəsinin ən yaşlı üzvü olan Şahzadə Yuriko bazar günü 100 yaşını qeyd edib. Məlumata görə o 18 yaşında ailəyə qoşulub. Yuriko'nun həyat yoldaşı Şahzadə Mikasa 2016-cı ildə 100 yaşında vəfat edib. Mən günlərimi insanların xoşbəxtliyi üçün dua edərək keçirməyə davam etmək istərdim deyə Şahzadə bildirib. Hazırda Tokionun Minato rayonundakı Akasaka malikanəsindəki evində sağlam həyat tərzi sürür. Keçən ilin iyulunda Yuriko koronavirus infeksiyasına görə 2 həftə xəstəxanada yatmışdı. Amma istənilən halda hazırda sağlamdır və həyatını da davam etdirir. Saat 8-dir. Sabahınız xeyir olsun. Bizə yeni qoşulan tamaşaçıları bir daha salamlayırıq. Bu qarşıdakı 2 saat ərzində bol məlumatı, xoş əhval-ruhiyyəni sizə çatdıracaq və baş verənlərdən əlbəttə ki, sizə agah edirik. Bəli. Sən təqdim elə də. Təqdim edək də Miss Mister Azərbaycan 2023-ün gözəllik yarışması baş tutub. Yarışmanın qalibləri və təşkilatçıları ATV Səhərə özəl müsahibə veriblər. Gəlin, izləyək. 28 may tarixində Miss Mister Azərbaycan 2023 Milli Gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. Yarışın qalibi xanımlar arasından Kamila Yusif, oğlanlar arasında isə Cavidan Kəsəmənli olub. Mən müraciət elədim Miss Mister Azərbaycan yarışına. Özümü favoritlərdən biri kimi hesab edirdim və düşündüyüm kimi də oldu. Xüsusən Ayla xanıma və Kəmal müəllimə xüsusən təşəkkür bildirirəm ki, tələbələri ilə ünsiyyətdə və təlimlərdə xüsusən bizim üstümüzdə çox əziyyətləri var və o əziyyətlərin qarşılığı olaraq mən hal-hazırda qalib kimi müsahibə vermək şansım var. Yarışda qalib olmaq üçün təkcə gözəl və yaraşıqlı olmaq kifayət deyil. Əsas kriteriyalardan biri səhnə mədəniyyəti və təbii ki, bütün iştirakçılarımız layihə boyu bu dərsləri alırlar. Onlara qamət, xoreografiya, səhnə mədəniyyəti və modellik sənətinin əsaslarını biz öyrədirik. Layihədə 11 bəy və 10 xanım iştirak edib. Birinci yerlərimizin qalibi Kamila Yusif və Cavidan Kəsəmənli oldular. Digər nominasiyalar üzrə də qaliblərimiz çoxdur. 11 nominasiya oğlanların sırasında və 10 xanımlarımızın. Bu müsabiqənin artıq 27 yaşı var və 27 illik fəaliyyət göstərir. Eyni zamanda 28-ci müsabiqəmiz də baş tutacaq. Ümumiyyətlə birdən qeydiyyat eləmək istəyərsə, Miss və Mister Az Official səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilər. Qeyd edək ki, Miss Mister Azərbaycan 2023 müsabiqəsi ölkədə keçirilən ilk milli gözəllik yarışmasıdır. Müsailə Mustafayeva, Sənan Kərimli, ATV Səhər. İndi isə bir dizayn şirkətindən danışacağıq, hansı ki, bunu İtaliyalı və Azərbaycanlı memarlar təsis ediblər. Fernando Rafael Memarlıq və Dizayn şirkətinin rəsmi açılışı olub. Şirkət Era Dizayn şirkətinin təsisçisi və baş memarı Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən yaradılıb. Bizim bu kreativ şirkətimiz təkcə Azərbaycan və İtaliya ölkələrinin birləşməsi deyil, həm də beynəlxalq məkana açılan qapıdır. Biz istərdik ki, bütün dünyada geniş miqyaslı işlər həyata keçirək. Məqsədimiz budur. Bizim şirkətimiz kreativdir. İnteryer, memarlıq, eksteryer dizayn, həmçinin də təmir işləri xidməti təklif eləyir. Fernando Mosca'nı mən 3 ildir tanıyıram. Biz bir-birimizdən dostluq etdikdən sonra qərar aldıq ki, onunla şirkətlərimizi birləşdirək. Onun da Milan şəhərində böyük studiyası var, dizayn studiyası. Fernando Mosca adlanır. Beynəlxalq arenaya çıxmaq üçün şirkətimizi birləşdirmək istədik. Və mən düşünürəm ki, bu həm İtaliya üçün və eyni zamanda Azərbaycan üçün çox uğurlu bir layihə olacaqdır. İstedad, peşəkarlıq və dostluq kimi gözəl xüsusiyyətlərin birləşməsi belə bir möhtəşəm layihənin reallaşması ilə nəticələnib. Onların birgə təsis elədiyi şirkət Azərbaycan-İtaliya arasında memarlıq sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.
İncəsənət, arxitektura italyanların dünyasında var. Biz həmişə qürur duyuruq ki, bacarıqlarımızı başqa ölkələrə ötürə bilirik. Həmçinin Azərbaycan da mədəniyyəti və memarlığı zəngin bir ölkədir. Mənim üçün çox xoşdur ki, iki ölkənin memarları birlikdə belə bir şirkət yaradıblar. Əminəm ki, onlar yaxşı işlər ərsəyə gətirəcəklər. Şirkətin məqsədi Azərbaycan və İtaliya arasındakı tarixi dostluq münasibətlərini daha da gücləndirmək, memarlıq və dizayn sahələrindəki əlaqələri inkişaf etdirmək, zəngin İtaliya memarlıq təcrübəsini Azərbaycanda uğurla tətbiq etməkdir. İndi isə sizə bir maraqlı xəbəri çatdıracağam. Hörümçək Adam cizgi filmi ilk gündə rekordu qırdı. İndi görək hansı rekordu qırıbdı. İyun 2-sində yayıma başlayan super qəhrəman cizgi filmi Hörümçək Adam kainatların toru ekranlara çıxdığı ilk gündə 51,75 milyon dollar qazanıb. Bu əsl rekorddur. O, bu göstərici ilə nümayişinin birinci günündə ilin ən çox gəlir gətirən filmi olub. Animasiya Galaktikanın keşikçiləri 3 və Super Mario qardaşları kinoda ekran əsərlərini geridə qoyub. Əlbəttə ki, bu rəqabət, həqiqətən rəqabət mühitində belə bir rekorda imza atmaq elə də asan deyil. Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı. Bununla bağlı video da var. Misirdə baş verən qum fırtınasının dəhşətli görüntüləri yayılıb. Misirin Yerli İnkişaf Nazirliyi ölkədə həyata mənfi təsir edən, təsir altına alan fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, fırtına nəticəsində 4 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. Hazırda o fırtınanı mən sizə təqdim etmək istəyirəm. Ekranı bir qədər geniş şəkildə təqdim edeyim. İzləyə biliriksə, göstəririk. Qum fırtınası ciddi təhlükədir. Təsəvvürlə dayandığın yerdə belə bir qum fırtınası gəlir. Həm də insanlar da xəsarət alıbsa, deməli yetərincə ciddidir. Açıq məkandasansa həqiqətən çətindir. Yox, qapalı bir sığınacaq yer varsa, müvəqqəti sığınmaq, daldalanmaq olar. Amma təbiətin fəlakəti də gözəl görsənir, gördün? Görüntü çox gözəl idi. Əsl filmlərdə olan kadrlar. Uzaqdan da, həqiqətən. Yaxına gələndə olmaz elə gözəllikdən. Lazım deyil elə gözəllik bizə yaxından. Bizdən o gözəllik uzaq olsun. Bölgələrimiz də hazırda bir gözəldir ki. Hansı ölkədəydi? Bu Misirdə idi. Misirdə idi. Və Azərbaycandakı hava şəraitində də danışaq. Onu deyim ki, bölgələrdə həqiqətən o qədər gözəl bir hava şəraiti hökm sürür ki, bu istirahət günlərində çox o gün Qubadan belə qəşəng yaşıllıqlı şəkillər paylaşır Nabasağa. Davam eləyək və biz Azərbaycanın hava şəraiti ilə tanış olaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcəyi, havanın temperaturu gecə 16-21 dərəcəsi, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 13-18 dərəcə. Bəzi yerlərdə isə 20-24 dərəcə isti olacaq. Havanın temperaturu görünür yaxşıdır, bölgələr düz tutmaq olar. İndi ara sıra yağış yağır, o heç bölgələrə xarakterik bir xüsusiyyətdir. Həm də yay yağışı nədir ki, tez gəlir, keçir. Deməli, Xırdalanan bir yaşayış kompleksindən adını çəkmək istəmirəm. Bir izləyicimiz yazıb ki, burada itlər çoxdur, bu da insanlara, uşaqlara təhlükə yaradır. Uşaqlar deyir, məktəbə rahat gedib gələ bilmirlər, tədbir görülməyini xahiş edirik. Əlbəttə ki, uşaqlar üçün ciddi təhlükədir. Görürsünüz, çoxu da yazır ki, uşaqlar üçün təhlükədir. Böyüklər qoruna bilir, bu demək deyil ki, böyüklər onlarla daim mübarizədə qalib çıxacaqlar. Bəzən ola bilər ki, onlar üçün təhlükə yaratsın və dəfələrlə də bunun da şahidi olmuşuq. İndi deyir, itlərə qarşı insanlar çox zülümkardır. Küçə itləri də elə saxlanılan itlərdən artıb və azdırılıb. Biraz başa düşmədim bu cümləni. Təbii ki, insanlar da heyvanlara qarşı şiddət göstərməməlidir. Nəzər alaq ki, biz onlardan fərqli olaraq onları idarə edə bilirik, amma onlar öz instinktlərini idarə edə bilmir. Ona görə də o vəhşi instinktləri işə düşəndə insanların üzərinə cuma bilirlər. Ona görə də onları məhv etməklə deyil, buna xüsusi olaraq vurulur, dəfələrlə vurulur. Niyə? Çünki heyvanlara da şiddət olmaz və olmamalıdır. Onları qoruyub, onların qayğısına qalaraq bu təhlükələrdən uzaqlaşmaq lazımdır. Bizim bugünkü mövzunu
qoymaqda məqsədimiz o deyil ki, elə insanlar fikirləşsin ki, küçə itləri bizə deyək də belə təhlükə yaradırsa, elə mən onu öldürə bilərəm, əziyyət verə bilərəm. Yox, əsla belə deyil məqsədimiz. Biz çalışırıq ki, ümumiyyətlə heyvan zorakılığına qarşı mütəmadi olaraq biz sujetlər, materiallar təqdim eləmişik. Deməyimiz odur ki, elə Abbas ağanın sözünə qüvvət, nə onlar bizim üçün təhlükəli olsunlar, nə də biz onlara təhlükə yaradaq. Əlbəttə ki, aidiyyatı qurumlar onların qayğısına qalmalıdır, xüsusi bir ərazilərə aparmalıdır, onların quduzluq əleyhinə peyvəndləri vurulmalıdır ki, hər hansısa bir təhlükə olmasın. Bu kimi məqamlar, yəni onların qayğısına qalaraq özümüzü qorumalıyıq, mən düşünürəm. Onları məhv edərək, məncə bu çox yol verilməz bir haldır. Ümumiyyətlə olmamalıdır. Sosial şəbəkələrdə onlara qarşı şiddətin də şahidi oluruq. Ümumiyyətlə bu da ciddi bir məsələdir. Bu da olmamalıdır. Və əlbəttə ki, biz mövzu ilə də bağlı danışırıq. Mövzudan kənar fikirlər də olur, əlbəttə ki, onları da səsləndiririk. Və Nigar fasilə zamanı vurğuladı ki, Abbas ağa, bürcləri təqdim edə yoxsuyuz, çünki izləyicilər istəyir. İzləyicimiz yazıb ki, salam, necəsiz? Bürcləri vermişsiniz. Yox, hələ verməmişik, narahat olmayın. Deyəsən, biraz gec oyanıb yuxudan. Baxın, bürcərə giriş edirik. Hazırda 12 bürcün nümayəndəsinin 5 iyun tarixində nə gözlədiyi barədə məlumatı təqdim edəcəyik. Odur ki, yaxın gəlin, bürcləri izləyirik. Qoç istənilən professional tapşırığın öhdəsindən gəlmək üçün əla gündür. İşgüzar danışıqlar yaxşı keçəcək. Romantik görüşlər də pis keçməyəcək. Bir sözlə, işləriniz özü-özlüyündə qaydasına düşəcək. Buğa, professional sferada uğur qazanmaq ehtimalı var. Ancaq asan qələbəyə ümid bəsləməyin. Karyera yüksəlişdə gözlənilir. Reputasiyanızı qorumağa çalışın. Çünki düşmənləriniz zərbə vura bilər. Əkizlər, bugün baş qaldıran problemlər göründüyü qədər əhəmiyyət kəsb etməyəcək. Böyük alış-veriş üçün münasib gün deyil. Yaxşı olar ki, evdə və ofisdə səliqə-səhman yaradasınız. Xərçəng, maliyyə itkisi gözlənilir. Alış-verişiniz də uğursuz ola bilər. Ailə üzvlərinizlə hər xırda məsələyə görə mübahisə etməyin. Əgər bugün ailədə konflikt yaranarsa, münasibətləri bərpa etmək asan olmayacaq. Şir, yarımçıq qalmış işlərinizi tamamlayın. Gün şəxsi sferada gözlənilməz dəyişiklik ilə bağlıdır. İlkin başlanğıcda baş verənlər sizi kədərləndirə bilər. Ancaq daha sonra olayların bu istiqamətdə inkişafının doğru olduğuna etiraf edəcəksiniz. Qız, çətinliyiniz çoxdur. Bu səbəbdən əhvalınız pis olacaq. Yaxşı olar ki, münaqişələrdən qaçasınız. Bununla belə situasiya diskomfort halını saxlayacaq. Dedikodulara fikir verməyin. Tərəzi, asan gün olmayacaq. Ciddi problemlər baş verə bilər. Yaxşı olar ki, bugün çətinliklərin öhdəsindən tək başına gələsiniz. İşgüzar danışıqlar üçün münasib gün deyil. Çünki həvəslə ən səmərəsiz şərtlərə belə güzəştə gedəcəksiniz. Əqrəb, professional yaradıcılıqla, biznes planlarla bağlı ideyaların reallaşması üçün əlverişli gündür. Bugün yeni müttəfiq axtarışına çıxa bilərsiniz. Xarici dil öyrənmək baxımından da məhsuldar gündür. Uğurlara baxmayaraq sizin əhvalınız yaxşı olmayacaq. Oxatan, vacib və xoş görüşlər günüdür. Ehtimal ki, bugün vacib xəbər eşidəcəksiniz. Eşitdiklərinizi başqalarına deməyə tələsməyin. Qiymətli informasiyanı sir saxlamaq məsləhətdir. Oğlaq, bugün çox kəskin danışığınızla düşmən qazana bilərsiniz. Xüsusilə də qadınlarla dil tapa bilməyəcəksiniz. Yaxşı olar ki, maliyyə məsələlərinin həlli ilə məşğul olmayasınız. Dolça, adi gün deyil, bir sıra problemlərdən qaçmağa cəhd göstərəcəksiniz. Əməkdaşlıqla bağlı bir zamanlar xəyalınıza belə gətirmədiyiniz təklif eşidəcəksiniz. Günün ikinci yarısında əhvalınız korlanacaq. Negativ reaksiyaya nəyin səbəb olduğunu özünüz müəyyənləşdirməli olacaqsınız. Balıqlar, işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Başınız ev və şəxsi qayğılara qarışıb. Bu səbəbdən hətta gündəlik işinizin də öhdəsindən gəlmək asan olmayacaq.
Bürclərdən agah olduq. Əlbəttə ki, çox var biz onu yayımlayandan sonra bizə deyirlər ki, onu yenidən yayımlaya bilərsiniz. Fürsət olduğu təqdirdə əlbəttə ki, hər zaman yayımlayırıq. Amma belə artıq yayımladıq. Ona görə də çalışın ki, gününüzü bürclərə görə deyil, öz əhval-ruhiyyənizi elə özünüz formalaşdırın, işlərinizi özünüz formalaşdırın. Yəni, bir işin ardınca gedirsiniz, o işin üçün hər hansı bir tədbir görmüşsünüzsə, yəqin ki, alınacaq. Alınmayanda da xeyir olur hər şey. Bəzən də bütün əhval-ruhiyyəni ilə bir fincan çayla da belə düzəltmək olur. Olur, bəzən olur. Ona görə bir çay içim, görüm neyinirəm, fikirləşim, görüm neyinirəm. Əlbəttə ki, çayımız da finaldan olanda əhvalımız bir başqa olur. 30 illik həyatımızda olan final çay öz keyfiyyətini qorumaqla bir klassikaya çevrilib və ölkəmizin bütün bölgələrində sevilərək içilməkdədir. İllərdir dəyişməyən keyfiyyəti və dadı ilə final çay doğrudan da klassik olmağa layiqdir. İllər ötsə də insanlar və məkanlar dəyişsə də final çay ilk günkü keyfiyyətini, orijinallığını, ləzzətini və təbiiliyini qoruyub süfrələrə dad qatan özəl günlərimiz söhbətlərimizə sirdaş olan və ölkəmizin bütün bölgələrində sevilərək içilən final çay öz dolğun bergamot ətri və dadı ilə çay sevərlərə fərqli hisslər yaşadan yeni Ultra Earl Grey çeşidini təqdim edir. Təbii bergamot ətri çaya xüsusi qeyri-adi xoş ətir və dad verməklə yanaşı nostalji anlar da yaşadır. Final çayı o bir klassikadır. Mən içə bilməsəm də Nigar hazırda final çayından içir. Bəli, baş sponsorumuz finaldan olan çayımızı biz içək. Siz də qısa fasiləyə ayrılaq. Daha sonra görüşəcəyik. Sabahınız xeyir olsun. ATV Səhərdə bir daha hər birinizi xoş gördüyüm mövzumuz da var. Bir-birinə maraqlı xəbərləri də sizə çatdırırıq. Əlbəttə ki, hər gün tarixə də nəzər salırıq. Elə indi də Abbas ağanın dediyi kimi tarixə nəzər salacağıq. Daha dəqiq desək, bugünə 5 iyun tarixinə görək bugün tarixdə hansı hadisələrlə yadda qalıb. Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli sərəncamı ilə hər il iyunun 5-i su təsərrüfatı və mineralsiya işçiləri günü kimi qeyd olunur. Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi məhz bu peşə sahiblərinin üzərinə düşür. 1939-cu il iyunun 5-də şair, dramaturq, publisist Vaqif Səmədoğlu dünyaya göz açıb. Yaşıl eynəkli adam, Bəxt üzüyü, Qətl günü kimi filmlər Vaqif Səmədoğlunun ssenarisi əsasında çəkilib. 1941-ci il iyunun 5-də teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadə anadan olub. Akademik Dram Teatrında fəaliyyət göstərən Hamlet Xanızadə Dəli Yığıncağı, İblis, Ölülər, Topal Teymur kimi tamaşa və teletamaşalarda xarakterik obrazlar yaradıb. Onun rol aldığı Axırıncı Aşırım, Arxadan Vurulan Zərbə, Babək, İstintaq davam edir, 7 oğul istərəm, Yenilməz Batalyon ekran əsərləri milli kinomuzun inciləri sırasındadır. 5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. 1972-ci ildən BMT-nin qərarı ilə təqvimə daxil olan bu gün ətraf mühitin qorunması, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldilməsi, əhalinin təbiətin qorunmasına cəlb olunması məqsədi daşıyır. Bugün doğum gününü qeyd edənlər sırasında əməkdar incəsənət xadimi, xalq yazıçısı Şöhrət ordenli Natiq Rəsulzadə də var. O, intihar edənin gündəliyi, Gecə çaparı, Nonsens, Məhəbbət ili, Yağışlı bayram, Kabuslar arasında, Quş çəkirəm, Ulduz yollar, Tələ, Adacıq kimi geniş oxucu rəğbəti qazanan 40-dan çox əsərin müəllifidir. Xalq artisti Simarə İmanova ümumilli lider Heydər Əliyevlə bağlı hansı xatirəsini ilk dəfə dilə gətirdi? Dedi ki, bəs mən sabah Tiflisə gedirəm, Simarə qızımız mənim təyyarəmdə olsun. Bəli, sevimli sənətkarımız, xalq artisti Simarə İmanova bizim efirimizə dəfələrlə qonaq da olub, xatirələrini də bizlə bölüşüb və hazırda Ulu Öndər Heydər Əliyevlə bağlı dəyərli fikirlərini, xatirələrini bölüşəcək.
Mənim üçün də oradan çox qürur vericidir ki, dahi Heydər Əliyev haqqında həm söz demək çox çətindir, həm də əlbəttə ki, bu bir xoşbəxtlikdir, mən deyərdim. 1996-cı ildə Mahnı Teatrında 8 mart Qadınlar Bayramı idi və burada mən nömrəni elə hazırlamışdım ki, ulu öndərimizin o xanımlara olan, analara olan diqqətini dilə gətirim. Bu sözləri nəğməkar şair Vüqar Əhmədə aid idi, əsrin peyğəmbəri və mən bu kompozisiyanı orada ifa elədim. Hər birimiz bilirik ki, Ulu Öndərin konsertdən sonra səhnə arxası görüş olurdu. Səhnə arxası görüşü səbirsizliklə gözləyirdik. Məni çağırdı yanına, dedi, sən nə gözəl ifa elədin, sən məni kövrətdin. Yəni, mənə çox təsir elədi sənin çıxışın və bizim əvvəlki nazirimiz Polad müəllimi çağırdı. Dedi ki, bəs mən sabah Tiflisə gedirəm, Simarə qızımız mənim təyyarəmdə olsun. Bizim Gürcüstan səfərimizdə 12 nömrə Gürcülərin nömrələri idi, ifa eləməli idilər onlar. Bir nömrə Azərbaycandan mən idim və təbii ki, bizim gözəl sənətkar Zamiq Əliyev, mərhum sənətkarımız Ədalət Vəzirov idi. Mən hər dəfə darıxırdım, rejissora müraciət edirdim ki, bizim nömrəmiz neçəncidir, dedi, narahat olmayın. İnarsız, nəhayət ki, lap axıra bizim nömrəmizi salmışdılar. Həm də o tədbirdə dahi sənətkar Rostropoviç də oradaydı. Mən ifa eləyəndə artıq elə bil ki, o mənzərə yarandı ki, mən sizin 12 nömrənizə qulaq astım. Siz də bir dənə mənim, yəni Azərbaycanlılara, yəni bu nömrəyə qulaq asın. Yəni elə bil ki, o sözlərlə ifadə edirdi ki, öz baxışı ilə ki, yəni burada nəyi var, mənim ürəyim istəyən kimi bir ifa elə. İnanırsınız, mən orada Şahnaz təsnifi oxudum və orada Şəddi Şahnaz elədim. Çox həddindən artıq Rostropoviçin də və Ulu Öndərimizin də o qədər xoşlarına gəldi. Özündən asılı olmayaraq Rostropoviç durdu, gəldi. Sən nə gözəl ifa elədin və ki, səndə o zəngulələr, o nətər o, necə oldu ki, bax sən bu səsi, yəni o zildə onu ifa eləyə bilirsən. Əlbəttə ki, Ulu Öndərimiz də onu sözlərlə ifadə elədi ki, o bizim Azərbaycanımızın bir Allahdan verilən bir vergidir. Yəni, hər bir gənclərimizdə belə gözəl səslər var. Əlbəttə ki, mən bugün bilirdim ki, Simarə sizin qarşınızda elə iştirak edəcək ki, və bizim hər birimiz heyran qalacaq. Mən özümü xoşbəxt sənət adamı hesab eləyirəm ki, mənim sənətdən məhz ilk xeyir duamı Ulu Öndərimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyət verib. Və əlbəttə ki, bilirsiniz ki, ən gənc yaşında onun göstərişi ilə dahi Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasının baş rolda Leyli rolunu ifa elədim. Ən gənc yaşlarında bilirsiniz, onun göstərişi ilə mən Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şərq Təranələri Festivalının 46 ölkə musiqiçiləri arasında Grand Prix mükafatına layiq görüldüm və oradan dönəndən sonra ən gənc yaşlılarında Ulu Öndərimiz tərəfindən fəxri ada, əməkdar artist adına layiq görüldüm və mən bundan sonra çalışdım ki, öz üzərimdə işləyim və sonra Ulu Öndərimiz tərəfindən ilk dəfə yenə də ilin qadını mükafatı adına layiq görüldüm. Mənim də əlbəttə ki, ən gənc yaşlarında fəxri adına layiq görülməyim biraz səsküyə səbəb oldu və mənim yadımdadır, bir dəfə dövlət tədbirlərinin birində Ulu Öndərimiz
bir gözəl söz dedi və sənət adamları, mən də oradaydım, dedi ki, elə sənət adamları var ki, 40 ildir səhnədədir, amma Azərbaycanın milli musiqisi üçün heç nə eləməyib. Bizim gəncliyimizə inanmamız, diqqətimiz olmalıdır və bugün mənim qızım Simarə Özbəkistanın prezidenti zəng eləyib, məni təbrik eləyən. Bu mənim üçün doğrudan çox sevindiricidir ki, biz gənclərə inandıq və gənclər bizim istədiyimizi daha da yüksək səviyyədə yerinə yetirdilər. Ulu öndərin mənə olan diqqətini, qayğısını mən xoş xatirələrlə xatırlayıram. Ulu öndər Heydər Əliyev hər zaman xatirələrdə yaşayacaq və hər zaman onun haqqında bax belə yüksək fikirlər səsləndiriləcək. Ümumiyyətlə, söhbət Azərbaycanımızdan düşəndə hər birimiz fəxr edirik. Elə Ulu öndər Heydər Əliyevin dediyi kimi və Azərbaycanla bağlı mahnılar olanda, musiqi olanda hər zaman sevinirik və Azərbaycan mədəniyyətinə hər zaman da xidmət edən nə yaxşı ki, davamçılar var. Bəli, elə bugün də Azərbaycan musiqisinin belə deyək də davam eləməsi üçün çox belə xüsusi məktəblər var ki, müəllimlər var ki, həqiqətən də doğrudan da Azərbaycan musiqisini aşılayır. Elə indi də həmin o musiqi məktəblərindən biri haqqında danışacağıq. Abşeron rayon Xırdalan şəhəri 11 illik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biri keçirilib. Musiqi məktəbinin direktoru İkram Manafov bu cür tədbirlərin davamlı olacağını bildirib. Konsert proqramı rəqs və mahnılardan ibarət kompozisiyalarla da davam edib. Qeyd edim ki, elə mən də bu musiqi məktəbinin məzunuyam. Buradan bütün müəllimlərimə də salam göndərirəm. İlk olaraq konsert proqramlarımızı biz start olaraq deməli Sumqayıt şəhərində ilk konsert proqramımızı təqdim etdik. Ondan sonra Abşeronda təqdim etmişik və bu silsilə tədbirlər çərçivəsində biz bu il ərzində bütün demək olar ki, Respublikamızın digər bölgələrində də bu proqramları təqdim etməyi planlaşdırmışıq. Artıq bunlar bizim bu qərb bölgəsində Qəbələ, Zaqatala və Balakən rayonlarında baş tutdu. Bir neçə gün bir səfərdə olduq. Gözəl bir maraqlı konsert proqramları ilə çıxış etdik. Bütün bu tədbirlərdə də bütün məktəbimizin şagirdləri, müəllimləri səfərbər olunur. Bugünkü tədbirimiz məktəb daxilində bizim nəzəriyyə şöbəsi tərəfindən yəni hazırlanmış bir tədbir baş tutacaq. Bunu təqdim edəcəyik. Bəli, musiqi hər zaman lazımdır, hər zaman zövqümüzə oxşayır və Azərbaycan musiqisindən söhbət gedəndə isə əhvalımız bir başqa olur. Gürcü ifaçılarından möhtəşəm Ay Laçın performansı Azərbaycanın xalq mahnısı Ay Laçın Gürcüstanda musiqi yarışmasında səsləndirilib. Oxaz xəbər verir ki, qonşu ölkənin 1-ci kanalında yayımlanan Ranin uşaq musiqi yarışmasında Anastasiya Vasadze və vokal qrupu Laçın mahnısını xüsusi aranjmanda kompozisiya kimi ifa edib. Sözü gedən kompozisiyanı hazırda sizə təqdim edirik. Bunu xüsusi bir hal kimi dəyərləndirmək lazım, xüsusi vurğulamaq lazımdır. Niyə bir var ki, onların bir qədər yaşı çox olan ifaçılar, bir də var uşaqları 12 günündə Azərbaycanın tarixi torpağı olan Laçına həsr olunmuş bir mahnını oxuyursa, bu ondan irəli gəlir ki, orada Azərbaycanla bağlı dəyərlərin nə dərəcədə düzgün və doğru şəkildə aşılanmasının nəticəsidir, bəhrəsidir. Ona görə də xüsusi təşəkkürümüz çatdırırıq o gənc, yeni yetmə ifaçılara, onlara uğurlar
arzu edirik və karyeralarını belə mahnılarla başlayırlarsa çox iləri gedəcəklər. Ümumiyyətlə, qızlarımıza təhsil həmişə vacib məsələlərdəndir. Mövzu ilə bağlı müxtəlif tədbirlər, kampaniyalar, xeyriyə aksiyaları keçirilir. Elə indi də bizim əməkdaşımız Yaşamağı Öyrən devizli xeyriyə aksiyasında olub. Tədbirdə bir sıra xarici ölkələr də iştirak edib. Tədbirin məqsədi görəsən nədir, nədən ibarətdir? İndi mövzunu daha ətraflı biləcəyik. Tədbirin keçirilməkdən məqsədi imkansız qızlar üçün təqaüd vasitəsilə təhsili dəstəkləmək məqsədi daşıyır. Tədbirdə 15-ə yaxın səfirlik iştirak edir və öz mətbəxlərini, milli geyimlərini, dəyərlərini təqdim edərək nümayiş etdirirlər. Xarici qonaqların çıxışı ilə yanaşı xarici ölkələrə məxsus bir sıra oyunlar da nümayiş olunur. Xarici ölkələr arasında Türkiyə də var. İstəyirəm yanlarına yaxınlaşaq, görək nələri nümayiş elətdirirlər. Salam, nəyi nümayiş eləyirsiniz? Çox sağ olun. Buradayız, okulumuzun düzenlemiş olduğu bu pazarda. Memnunuz, bizi davet ettiler. Bütün ülkelerin bayrakları altında. Biz de kendi soframızı tanıtıyoruz burada. Çok teşekkür ediyoruz okulumuza. Mesela neler var? Evet, neler var? Mercimek köfte Malatya yöresine ait. Çiğ köftemiz var. Urfa ve Adana yöresine ait. Baklavamız dünyaca meşhur olan Türk baklavası. Su böreğimiz bitti. 5 ildir ki, təşkil olunan tədbirə xarici ölkə nümayəndələri və səfirliklər qatılıb. Bu sırf Azərbaycanda kəndlərdə yaşayan qızlar üçün biz nəzərdə tutmuşuq. Hansı kimlərin ki, təhsil alma imkanları yoxdur, amma hansılar ki, yüksək nəticə göstərirlər imtahanlarda. Ona baxmayaraq maddi imkanları yetərli olmadığına görə sırf təhsil ala bilmirlər. Biz də bugün bu tədbirdən toplanan vəsaiti sırf onların təhsil xərcini qarşılaya bilməsi üçün iyanə edəcəyik. Bu cür tədbirlərin davamlı keçirilməsi cəmiyyətimiz üçün təqdirə layiq hesab olunur. Ruhiyyə Balakişiyeva, Seymur Səmədov, ATV Səhər. Koda düşən ağıllı su sayğacları. Bu vəziyyətlə üzləşən abonentlər nə etməli? Koda düşən sayğaclar tez-tez rastlaşırıq. Sayğacım koda düşüb, kömək edə bilərsən, qonşularda eşidirsən, verdən buna. Bunu adətən kişilər öz öhdəsinə götürür, düz bilirəm. Amma su sayğacı koda düşəndə orada tam digər sayğaclar kimi deyirlər. Əslində, bəzən elə koda düşür ki, mən dəfələr olub ki, əlaqə saxlayırsan, deyirlər ki, bizim əməkdaş gəlib onu xüsusi bir kartdan açmalıdır. Yəni, məsələ yetərincə ciddidir. Orada sayğac koda düşəndə bu ənənəvi bir kod deyil də. Çünki rastlaşmışam. Su sayğacında bir də çox istifadə eləməyəndə qapanma gedir və sən onu özün aça bilmirsən. Xüsusi qrupumun əməkdaşı gəlir, onu açır yenilər. Yəni, uzun müddət istifadə eləməsən, o sonra qapanır və sən vətəndaş olaraq onu aça bilmirsən. Deməli, məsələ yetərincə ciddidir. Görəsən, belə bir halla rastlaşanda nə etməliyik? Bunu indi biləcəyik. Vətəndaşların sıx yaşadığı problemlərdən biri də smart tipli su sayğacının koda düşməsidir. Bu hal əsasən ödənişli sayğacın yaddaşına köçürən zaman baş verir. Cihazın bloka düşməsinə səbəb isə yükləmə zamanı smart karta səhvə yol verilməsi, yaxud kartın sayğaca düzgün oxutdurulmamasıdır. Həmçinin abonent yaşayış yerini uzun müddətli tərk edərsə, 25 gün sonra sayğac özünü qorumaq məqsədi ilə bloka düşür. Hər bir sayğacın ekranında qüsurlar müxtəlif formalarda görsənir. Elektromet markalı sayğaclarda əsasən error və cəza kimi, MATLAB markalı sayğaclarda xəta 01, xəta 02 kimi, Abşeron markalı sayğaclarda isə xəta 1, xəta 2 kimi qeyd olunur. Abonentin sayğacında qüsur yaranarsa, həmin qüsurların aradan qaldırılması üçün, yəni su təminatına problem yaranarsa, həmin qüsurların aradan qaldırılması üçün müvafiq olaraq 155 qaynar xətt mərkəzinə yerli su kanal sahələrinin tərkibində olan zəng mərkəzinə və yaxud elektron formada müraciət edə bilər. Vətəndaşlar özləri də smart sayğacları blokdan çıxara bilərlər. Müvəqqəti olaraq, əgər susuz qalmamaq üçün sayğacın üzərində yanğın düyməsi var ki, o yanğın düyməsini basıb saxlayırıq 3-5 saniyə və sayğac yanğın rejiminə keçir. O yanğın rejimində də sayğac
3 saat ərzində abonentə müvəqqəti su ilə təmin edir ki, gedib yenidən kartını bərpa edib gəlsin. Müraciət bizə daxil olduqdan sonra yerli su kanal sahələrinin tərkibində olan qrupdakı servis xidməti əməkdaşlarına yönləndirilir. Qısa zaman ərzində bizim əməkdaşlar yaxınlaşırlar ünvana və sayğacdakı nöqsanı, qüsuru aradan qaldırırlar. Problemi aradan qaldırmaq mümkün olmadıqda sayğac sökülərək laboratoriyada yoxlamadan keçirilir. Təmirə yararsız olduqda isə yenisi ilə əvəz olunur. Sayğac koda düşdüyü halda nə etməliyik bu barədə məlumat əldə elədik. Bəs hədiyyəni qazanmaq üçün nə edək deyə sualla müraciət edən tamaşaçılarımıza deyək ki, biz hazırda rəqəmi səsləndiririk. Bəli, rəqəmi bugün mən səsləndirəcəm. Desin ilk dəfə də bu rəqəm deyirəm. 0341. 0341 rəqəmini Instagramda son paylaşımın altında şərh bölməsində qeyd edirsiniz və viktorinamıza qoşulacaqsınız. Doğru rəqəmi qeyd edilənlər arasında cəmi bir nəfər proqram vasitəsilə efirə qoşulacaq və o bizim sponsorumuz Öz Yerimiz restoranından çox dadlı səhər yeməyinə 2 nəfərlik dəvətnamə əldə eləyəcək. Amma 3 sualı cavablandırmalıdır ondan sonra. Qısa fasilədən sonra buradayıq. Yazırsınız. Omid mağazalarında yay endirimləri başladı. DVT Drill indi 39 manat 90 qəpiyə deyil, 29 manat 90 qəpiyə. Gülbens Mistitil 38 manat 90 qəpiyə deyil, cəmi 27 manat 90 qəpik. Omid xeyirli alış-verişlər. Telefon 890. Sonbahar yarpaqları saralmış xatirədir. Dünyaya sevgi gelir, dünyadan sevgi gelir. Final çayı klasik musiqi kimidir. İllər dəyişsə də dadı və keyfiyyəti dəyişmir. Final çayı, o bir klassikadır. Aybikə burada necə gözəldir. Baxın. Dərisi hər gün necə belə hamar qalır. Bəlkə mumya epilyasiyasıdır. Tüklər uzanana qədər necə gizlədir bəs? Qızlar, hamar dərimin sirri Venus Comfort Glide Breeze'dir. Unikal gel yastıqları və 3 il gücü ilə hər gün ipək kimi hamar dərinin sirri. Deyəsən istirahətdən gəlsiniz. Salam Bəhrəm bəy. Bəli. Amma hər istirahət çəkişi paltarla bitir. Bu ləkələri çıxarmaq üçün gərək isti suda yuyasan. Gəlin Ariel'i sınayaq. Çünki Ariel bir yumada paltarlara heyranedici ləkə təmizləməsi bəxş edir. Özü də soyuq suda. Necə? Soyuq suda? Əlbəttə, həm də paltar yuyan maşınınızın elektrik xərclərinə 60%-ədək qənaət edəcəksiniz. Aa, bir yumada tərtəmiz. Elektrik xərclərinə də qənaət etdik. Procter & Gamble, keyfiyyət hər zaman sərfəlidir. Xanım, mənə də eynisindən, amma 3 bors. Bəs deyirdin diyetə dəsən. Qardaş, bu Slavyanskın heç şeyini atqaz eləməm. 100% təbii Slavyanskaya süd məhsulları. Yeni Ariel rəngləri qoruyarkən həm də dərindən təmizləyə bilər. Gəlin yoxlayaq. Ariel maylı yuyucu soyuq suda belə ləkələri aradan qaldırır. Üstəlik, rənglərin parlaqlığını yeniləyir. Dərindən təmizliyin rəngli halı. Ariel canlı parlaq rənglər. Qara rənglər üçün olan Ariel'i də sınayın. Saçınızın rəngi ananızın gəncliyindəki saç rəngi qədər gözəldir. Palet davamlı krem boya, dolğun rəng. Saçlarınıza qayğı ilə Avropanın bir nömrəli saç boyası brendindən. Nielsen Eramis şirkətinin 2021-ci il Avropada satış üzrə araşdırmalarına əsasən Palet həyatın bütün çalarları. Ariel Oxy dərindən təmizlik hərəkatı çərçivəsində meşəni təmizlədik. Sıra çətin ləkələri soyuq suda təmizləməyə gəldi. Ariel Oxy soyuq suda belə effektiv formulasıyla bir yumadan çətin ləkələri aradan qaldırır və mükəmməl təmizliklə təmin edir. Siz də soyuq suda yumağa başlayın, Ariel Oxy ilə elektrika 60%-dək qənaət edin. Soyuq suda belə ilk yumadan qüsursuz ləkə təmizliyi əldə edin. Astarada, dəniz sahilində 3 illik hissəli ödənişlə ayda 487 manat ödəməklə təmirli, mebelli, otel konseptində olan koteclərə sahib olun. Ayda icarəsindən 300 manat qazanın. Azur Business City'də dəb ofisinə yaxınlaşın. Astalania City sizə daha yaxşı necə xidmət göstərə bilərik? Daha rahat necə alış-veriş edə bilərsiniz deyə düşünməyə başladıq.
dayanmadan üzerimizde çalışarak bir sıra yenilikler ettik. Buyurun, bura Bazar Store'dur. Yalnız mobil nömrə və şifrənizlə sistemə daxil olub, sizə özəl kampanyaları aktiv edə bilərsiniz. Yüz minlərlə müştərimizin hər biri üçün ayrı-ayrı promosyonlar düşünmüşük. Bazar Pointlərdə aktivləşdirdiyiniz kampanyalarınızı kassalarda könül xoşluğu ilə xərcləyə bilərsiniz. Bazar Point. Başqa bir aləm. Qabları yaxşıca yumaq üçün qoluma qüvvət deyirsiniz? Fairy gücü olan yerdə qol gücünə ehtiyac yoxdur. Fairy'nin effektiv yağ parçalama gücü sürətli və əziyyətsiz təmizlik deməkdir. Və budur, bitdi. Fairy sayəsində sevdiklərinizə daha çox vaxt ayırın. Fairy sərtləşmiş yağları sürətlə parçalamaq üçün. Daha çox təəssürat, daha çox yuma. Həyat parlaq anlarla dolu olanda heç paltar yumağa vaxt ayırmaq istəmirsən. Buna görə də Persil gelə keçməyin vaxtıdır. Gel suda mükəmməl həll olunur. Ləkələrə təsir edir və iz qoymadan onları təmizləyir. Bir qab gel ilə bir paket tozdan çox çamaşır yuya bilərsiniz. Biz müasir və effektiv nəticəli həlli seçirik. Persil Deep Clean Plus. Zoluşkanın arabası gece yarısı çevrilib oldu pendir. Səhər yeməyiniz. Pendir. Yəni balqabaq. Beləcə Zoluşkanı tapmaq istəyən prezident... Hansı prezident? Sehirli, qaymaqlı pendirdən və kəsmikdən hazırlanan prezident əridilmiş pendiri ilə gününüz bax belə başlasın. Möhtəşəm. Prezident əridilmiş pendiri yeməyin dadını çıxar. Təbii qəhvə dənələrindən hazırlanmış Jacobs Monarch qəhvəsinin granulları süd və şəkərin dadı ilə balanslaşdırılır. Sehirli qəhvə dənələrinin ətrini Jacobs'un hər bir fincanında hiss füsunkar ətir. Qabları yaxşıca yumaq üçün qoluma qüvvət deyirsiniz? Fairy gücü olan yerdə qol gücünə ehtiyac yoxdur. Fairy'nin effektiv yağ parçalama gücü sürətli və əziyyətsiz təmizlik deməkdir. Və budur, bitdi. Fairy sayəsində sevdiklərinizə daha çox vaxt ayırın. Fairy sərtləşmiş yağları sürətlə parçalamaq üçün. Avropa stomatoloqları tərəfindən ən çox istifadə olunan bir nömrəli diş fırçasından Oral-B diş macunu aktiv bərpa etmə texnologiyası ilə 2 həftədə diş əti problemlərini azaltmağa və diş minasını bərpa etməyə kömək edir. Stomatoloqlar 98% Oral-B tövsiyə edir. Azərbaycanda artıq 10 minlərlə insan Oral-B elektrik diş fırçasına üstünlük verir. Oral-B-nin yuvarlaq başlığı dişləri tam əhatə edərək sadə fırçalarla müqayisədə 100%-ədək daha çox diş hərfi aparır. Bəs sən Oral-B istifadə edirsən? Saçınızda görünən kəpək və quruluğun səbəbi görmədiyiniz dəri xəsarətləridir. Yeni Head & Shoulders Derma X Pro vitamin E və aktiv aloe tərkibi ilə baş dərisindəki bariyeri bərpa edir və nəmi içərdə saxlayır. Kəpəksiz, qidalanmış və sakitləşmiş baş dərisi üçün Head & Shoulders Derma X Pro quru baş dərinizə yenidən həyat verin. Əsas yoxdur. Sillicə silinən yeni Fab 5 ulduz boyaları faydasını alanlar bilər. Xada da ya xəlvə. İstədiyinə nail olursan. Ora qaydım. Yoxluq deyirsən Zöhrə xala. Elə mən vaxtında gedib öz boynuma alardım hər şeyi. Mən də istəməzdim belə şeylər olsun. Sən də necə anasan? Övladlarıma bunu necə elədin? Simuzər mənim bacımdır. Onun da bir evim var, o da buradır. Başa düşdün? Simuzərin başına o evdə bir iş gəlsin, sən mənə cavab verə biləcəksən. Yoxsa bu işin axır yaş otarmayacaq. Bir Qadın serialı bugün saat 21:30'da ən baxımlı kanalda. Baş sponsor Final çayı. Vurğulayaq ki, bugün həmçinin su təsərrüfatı və məlarə seçicilərinin peşə bayramıdır. Bu münasibətlə onları ürəkdən təbrik edirik və düşündük ki, bugün onlarla bərabər olaq və əməkdaşımız Rövşən Tahir hazırda elə canlı bağlantıdadır. Sabahın xeyir olsun Rövşən. Sabahınız xeyir olsun Nigar və Abasağa. Sizi və tamaşaçılarımızı salamlayıram. Sizin də dediyiniz kimi bugün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Bu münasibət onları təbrik edirik. Hazırda biz Bakı Su Kanal İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 saylı kanalizasiya nasos stansiyasındayıq və həmsöhbətim Bakı Su Kanal İdarəsinin kanalizasiya nasos stansiyalarının rəisi Azad Rüstəmovdur. Hər vaxtınız xeyir olsun Azad müəllim. Bayramımızı təbrik edirik. Çox sağ olun. Mən də sizə salam deyirəm. Bu günləri bizim peşə bayramımızdır. Çox
çox minnətdaram ki, ATV rəhbərliyinə və sizə ki, belə bir gündə bizi gəlib çəkirsiniz və bizim təsərrüfümüzə baxırsınız. Mən başda bizim sədrimiz olmaqla bütün su təsərrüfatı işçilərinin peşə bayramına təbrik edirəm. O gün təbrik edirəm və bu münasibətlə hamısına can sağlığı, uzun ömür arzulayıram. Azad müəllim, bax bu stansiyaların fəaliyyəti barəsində məlumat almaq istəyərdik. Ümumiyyətlə, gün ərzində neçə saat fəaliyyət göstərirlər, fəaliyyəti nədən ibarətdir və zəhmət olmasa kameraya doğru biraz. Və bax, bununla bağlı məlumat almaq istəyərdik. Mənim sahəmdə 6 dənə su stansiyası var hal-hazırda. Biz əhalidən çirkəz suları qəbul edib, sonra onu xətlə vururuq. Höysən ayrəsiya, orada təmizlənir, təmizləndən sonra dənizə ötürülür. Bizim iş yerimiz 24 saatdir, 24 saat müddətində biz əhaliyə xidmət edirik. Gələn çirkəb suları qəbul edib, ötürürük Höysana. Bizdə belədir ki, hər stansiyanın öz yeri var. Hal-hazırda biz dayandığımız yer 7-ci mikrorayondur. Burada 2 stansiyamız var. Bir stansiyamız 6-cı mikrorayondadır. Bir stansiya Biləcərdədir. Bir stansiyamız deməli, Həmzə Babaşov deyilən bir yer var, oradadır, bir də Cəfərxandamda. Hal-hazırda bu stansiyaların 6-sı işləyir 24 saat, 24 saat bizim əhalinin xidmətindədir. Bax, müəllim, ümumilikdə daha çox peşənizin çətinliyi nədən ibarətdir? Bu barədə məlumat almaq istəyərdim sizin. Hər bir sahənin öz çətinliyi var. Bax, sizdə çətinlik nədir? Bizdə çətinlik belə deyəndə ki, bizim ümumiyyətlə işimiz çətin məsuliyyətli işdir. Bizdə bilirsiniz ki, həmişə burada deməli çirkəb sularla işləyirik. Olur ki, sıradan çıxır, mühərriklər çıxır, nasoslar çıxır. Müəyyən xırda təmirləri biz özümüz eləyirik. Belə böyük təmir olanda biz onda başçıqlarına müraciət edirik. Müraciətdən sonra onlar gəlib həmin təmir eləyib qəzanı aradan götürürlər. Təşəkkür eləyək Azad müəllim sizə. Çox sağ olun. Qeyd edim ki, bu günləri bir daha vurğuluyum. Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır və bugün münasibətlə onları təbrik edirik. Bugün su itkisini minimuma endirməyə çalışan, gecə-gündüz borulardakı təzyiqi tənzimləyib bizi içməli su ilə təmin edən, hansısa xəttə qəza baş verdiyi anda formasını əyninə geyinib suyun palçığın içinə girən şəxslərin günüdür. Bugün bir damcının qədrini bilənlərin günüdür. Gününüz mübarək. Rövşən Tahir, Cavidan İlhamoğlu, ATV Səhər. Təşəkkür edirik. Bir daha biz də təbriklərə qoşuluruq və qaynar xəttlə davam edəcək. Qaynar xəttdə sizin sosial problemlərinizin həlli istiqamətində şikayətlər daxil olur və biz də çalışırıq ki, aidiyyatlı qurumlara çatdıraq ki, öz həllini tapsın həmin problemlər. İndi də bir çoxlarımızı narahat edən bir məsələtlə danışacağıq. Köşklərdə satılan vaxtı keçmiş məhsullardan. Düzdür, məni bununla yanaşı həm də orada qiymətin 1-ə 5 daha baha olması belə deyək də narahat edir. Almış və eləmirsən köşklərdən? Eləmişəm və nəzərə alsaq ki, misal üçün marketlərin iştihadı bitdikdən sonra onlar fəaliyyətini davam etdirir və ekstra bir fəaliyyət kimi onlar o qiymətin fərqli olmağını belə bəraət qazandırılarkən bu ekstra bir fəaliyyətdir, gecə saatlarında işləyirik. Yox, elə gündüz saatı da yəni o qiymətlər çox baha olur. Yəni bir suyun qiyməti 40 qəpikdirsə, yaxşı sən 50 qəpiklə daha 1 manata su satmazlar da. Nəysə, bu dəfə köşklərdə olan qiymət bahalılığından yox, orada vaxtı keçmiş məhsulların satışından danışacağıq. Paytaxtdakı köşklərin bəzisində acınacaqlı mənzərə ilə qarşılaşırıq. İstifadə müddəti bitmiş, hətta günəşdən bağlamasının rəngi solmuş məhsullar satılır. Satıcılar isə müxtəlif yollarla özünə haqq qazandırmağa çalışır. Kimisi bu məhsulların sadəcə vitrində sərgiləndiyini deyir, kimisi isə gözündən yayındığını. Bizdə onlar köşkdə satılmır, o sadəcə vitrin olaraq orada, yəni reklam üçün dayanıb, çünki gəlirlər, məhsula baxıb, alırlar. 2023-cü ilin 4 aprel tarixində vaxt bitib. 0404 var orada, 2023-cü il. Fikir verməmişəm, ola bilər. Necə? Yəqin fikir verməmişəm. Vətəndaşlar vaxtı keçən məhsulların satılmasını doğru hesab etmir. Vaxta keçmiş məhsulu insanların sağlamlığına zərər vurur, ona görə onları satışa buraxmaq olmaz. Kiosklar elədir ki, marketə getmək əvəzinə yol üstü alıb yeri və çox vaxt bunun vaxtına baxmırıq. Baxılmalıdır. Rastlaşdığım məqamlar olur, yəni köşklərin alırıq da, baflayıb və s. yəni su və s. alırıq.
Mən vaxtı keçmiş, sroku keçmiş məhsullarla rastlaşmışam və dərhal həmin məhsulları imtina etmişəm. Ekspert Seymur Qafarovun sözlərinə görə bu hal qanun pozuntusudur. İstehlakçıların hüquqlarının müdafiəsi də qanunun 15-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Orada hər bir istehsalçı öz istehlakçısına məhsul haqqında dəqiq məlumat verməlidir etiket qaydası üzərindən və istehlakçının zərərinə həyat göstəricilərinə təhlükə yeritə biləcək qidaları satmamalıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qanundan kənar faktlar müəyyən edildiyi halda agentliyin 1003 çağrı mərkəzinə müraciət edilə bilər. Bundan sonra qurum qeyd olunan ünvanı nəzarətə götürüb yoxlamalar aparır. Bəzən qanunsuz olaraq saxlama şərtlərinə və normativ tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı həyata keçirilir ki, bu da qida təhlükəsizliyi baxımından yol verilməzdir. Vətəndaşlardan xahiş edirik ki, qida məhsullarını, həmçinin qablaşdırılmış suları alarkən həmin məhsulların mənşə sənədini tələb etsinlər, etiket məlumatlarını yoxlasınlar, saxlama şəraitinə diqqət yetirsinlər. Həmçinin müəssisə rəhbəri satıcıdan qida təhlükəsizliyi qeydiyyatından keçməməsinə dair məlumatlar tələb edə bilərlər. İnsan sağlamlığı hər şeydən öndədir. Keyfiyyətsiz və ya istifadə müddəti bitmiş məhsullardan zəhərlənən şəxslər də az deyil. Odur ki, bu cür halların qarşısı zamanında alınmalı və mübarizə tədbirləri gücləndirilməlidir. Rövşən Tahir, Allah verdi, Allah verdiyev. Cavidan İlhamoğlu, ATV Səhər. 055-214-99-94 nömrəsi bizim qaynar xəttimizdir. Siz həm də günümüzün mövzusuyla bağlı fikirlərinizi bu nömrələrə yaza bilərsiniz. İtlərdən qorunursunuz, küçə itlərindən söhbət gedir. Yenə də Xırdalandan adını çəkmək istəmədiyim bir yaşayış yeri ərazisindən izləyici yazıb ki, burada itlər həddindən artıq çoxdur. Ərazidə rahat gəzə bilmir, alış-verişə gedə bilmirik, uşaqları bağçaya rahat aparıb gətirə bilmirəm, gecə də səslərindən rahat yata bilmirik. Həqiqətən də bu məsələlər məncə aidiyyatı qurumlar tərəfindən həll olunduğu təqdirdə hər hansısa bir sakitliyə nail olmaq olacaq. Əlbəttə ki, bizim mövzu ilə bağlı məlumatlarımız da olur. İtlərlə bağlı bizim bir maraqlı sujetimiz var. İstərim ki, hazırda onu yayımlayaq, ardından yenidən sizlə bərabər olacağıq. Küçə itlərinin insanlara hücum etməsi cəmiyyətdə böyük narahatlıq doğurur. Yaşadığı ərazidə sahibsiz itlər dolaşan sakinlər çölə çıxmağa belə tərəddüd edirlər. Bu yaxınlarda Masazirdə 2 dənə uşağı it qapmışdı. Əvvəllər onları vururdular. İndi kəngərlərində heç o canavar mal qaranı parçalayır, insanın üstünə hücum edir, onu vuranda cərimə edirlər. Xaricdə onları yığırlar, həm eynəsin vururlar, həm də onlara birka vururlar qulaqlarına. Bizə də elə eləsələr yaxşıdır, onlar heç kəsə də toxunmaz. Bir yerdə elə itlərin sayı artıbdır, işləyirlər, gələn qadınlar, uşaqlar səhər-səhər dərsə gedə bilmir. Mən Saray qəsəbəsində yaşayıram. Hər yerə, polislərə də müraciət eləmişəm, icra hakimiyyətinə də müraciət eləmişəm. O gün bir xanımın dalınca düşüblər, xanım qaçıb, o da qaçıb, qorxub. Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova deyir ki, küçə itlərinin azalması üçün onlar sığınacaqlara toplanıb axtalanmalıdır. Sahibsiz heyvanlar əgər küçələrdə kiməsə hücum edirlər, bu demək deyil ki, artıq o heyvan, o it quduzdur. Bu quduzu yalnız diaqnostik laborator müayinələrdən sonra təsdiq olunur. Ancaq ki, sahibsiz heyvanların demək lazımdır ki, baş sayı artıbdır. Yəni şəhərimizdə, bölgələrdə və bu da insanları bəzi vaxtı narahat edir. Yəni bu hallar olmasın deyən bütün qabaqcıl ölkələrdə vaxtında deməli dövlət səviyyəsində bu məsələlər necə həll olunur? Sığınacaqlar tikilibdir. Sığınacaqlara sahibsiz heyvanlar yəni toparlayıblar sahibsiz heyvanları və həmin heyvanlar qısırlaşdırılıb. Görünür küçə itlərinə qarşı ən düzgün mübarizə üsulu hələlik budur. Çünki insan həyatı hər şeydən önəmlidir. İtlərin uşaqlara hücum edib xətər yetirməsinə, hətta onları öldürməsinə biganə qala bilmərik. Ona görə də sıravi insanlarla yanaşı heyvansevərlər də bu prosesdə iştirak etməlidir. Yaxşı olardı ki, dövlət səviyyəsində hər bir bölgədə belə bir sığınacaqlar rəsmi yaransın və əhali, könüllülərimiz çoxdur, heyvan sevərlərimiz çoxdur və əhaliyə müraciət edilsin ki, könüllülər tərəfindən bu heyvanlar toplanılsın, gətirsinlər həmin sığınacağa, qısırlaşdırılsın.
hətta sonra buraxmaq da olar. Heyvanları sevmək hər kəsin borcudur. Ancaq övladını it parçalayan valideyn və ya it hücumuna məruz qalan uşağın yaşadığı psixoloji sarsıntını heç cür bərpa edə bilmərik. Bəs bu cür hadisələrin fonunda itlərin təhlükəsiz və sadiq dostlar olduğuna balacaları necə inandıra bilərik? Yəqin ki, aidiyyatı qurumlar bu problemə ciddi əncam çəkəcək. Ələkbər Salih, Ələkbər Baxşıyev, Ruhiyyə Balakişiyeva, ATV Səhər. Saat 9-dur və biz xəbərlərlə davam edirik. Qeyri-qanuni erməni birləşmələrinin kvadrokopterlə kəşfiyyat fəaliyyətinin qarşısı alınıb. İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülh məramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib. Azərbaycan ordusunun bölmələri tərəfindən görülən təxirə salınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb. Bundan başqa saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərgənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun yuxarı ayrım yaşayış məntəqəsində yerləşən mövqələrini atıcı silahlardan atışa tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Xəbərlərlə davam edirik. Türkiyənin yeni Xarici İşlər Naziri Azərbaycana səfər edəcək. Türkiyənin yeni Xarici İşlər Naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Report xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni Xarici İşlər Naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib. Yeni nazir tərkiblərə və təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib. Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərini və regional məsələlərə dair fikir mübadiləsi aparıblar. Türkiyədən bir xəbər də var, onu da sizə çatdırmaq istərdim. Burada, deməli, Türkiyə iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq. Report xəbər verir ki, bu barədə Aydınlıq qəzeti məlumat yayıb və boğazlarından keçməsinə görə, yəni boğazlardan keçməyə görə rüsumlar 8,3% artırılacaq. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçiliyi Baş İdarəsi bildirib ki, Montreux boğazları haqqında konvensiyaya uyğun olaraq Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 Amerika Birləşmiş Ştatları dolları olacaq. İndi isə sizə digər ölkələrdən xəbər veririk. Deməli, Çində torpaq sürüşməsi nəticəsində 14 nəfərin həyatına son qoyulub. Bu xəbər, deməli, torpaq sürüşməsi nəticəsində bina çöküb və nəticədə 14 nəfər həyatını itirib. Bu barədə Sinxua Agentliyi şəhərinin İctimaiyyət və Əlaqələr Departamentindən istinadən məlumat yayılıb. Daha 5 nəfərin itkin düşdüyü də bildirilir. Xəbərlərimizlə davam edirik. Ümumiyyətlə, təbiət hadisələri qarşısında hər zaman vurğulayırıq ki, acizi Haitidə güclü yağışlar 15 nəfərin ölümünə səbəb olub, təsəvvür edin. Haitidə həftə sonu yağan güclü yağışlar nəticəsində az 15 nəfər dünyasını dəyişib, daha 8 nəfər itkin düşüb. Report xəbər verir ki, məlumat Karib hövzəsi ölkələrinin Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilib. İdarə qeyd edib ki, təbii fəlakət zonasından 13 mindən çox insan təxliyə edilib, 1,2 mindən çox evi qismən su basıb. Yerli hakimiyyət orqanları zərər çəkənləri qida, gigiyena vasitələri və dərmanlarla təmin edir. Bu da bir xəbər. İndi yenə sizə Çindən danışacağım. Çində qaya uçqunu nəticəsində 19 nəfər dünyasını dəyişib. Çinin Leşan şəhərində qaya uçqunu nəticəsində 19 nəfər dünyasını dəyişib, daha 5 nəfər yaralanıb. Report xəbər verir ki, bu arada Sinxua Agentliyi məlumat yayıb. Qeyd olunub ki, təbii fəlakət nəticəsində ferma dağıntıları altında qalıb. Xilas etmə əməliyyatı iyunun 4-ü axşam saatlarında başa çatıb. Daha əvvəl ən azı 14 nəfərin öldüyü də
bildirilir. Ümumiyyətlə, dünyada və ölkədə bir çox hadisələr baş verir. Çalışırıq ki, bunlardan sizin agah edək. Təbiət çox amansız davranır insanlara qarşı həqiqətən də. Neçə xəbər oxudun, fikir verirsən? Ümumiyyətlə, bundan öncə də, bir neçə saat bundan öncə də biz xəbərləri çatıranda təbii fəlakət nəticəsində bir çox hadisələrin baş verdiyinin şahidi olduq. Və əlbəttə ki, mövzu ilə də bağlı fikirlərinizi yazırsınız, küçə itlərinin özünüzü necə qoruyursunuz? Yenə Şəkidən izləyicilərimiz yazır bizə. Deməli, deyir ki, Şəkidə bütün bölgələrdə olduğu kimi küçə itləri doludur. Çox xahiş eləyirəm, icra nümayəndələrinə deyib bizim adımızdan müraciət eləyin ki, bu heyvanları yığışdırsınlar. Şəxsən bu məni çox narahat edir, çünki hər sabah bağımızın ətrafını həm natəmiz görürük, bu da xoş deyil, nə də deyir, özümüzü qorumaq mümkündür. Ümumiyyətlə, Instagrama da bizə yazırlar. Mən görürəm, burada Tovuzdan da yazanları var küçə itləri ilə bağlı. Fikirlərinizi elə birbaşa planşetə, yəni WhatsApp nömrəmizə yazın. 055-114-99-94 bizim WhatsApp nömrəmizdir. Təbii ki, biz də bu mövzunu işıqlandırırıq ki, hər hansısa bir bəlkə tədbir görüldü. Çünki yaxşıya hər zaman ümid edirik. Heyvanların Mühafizəsi İctimai Birliyinin sədri Fərid Mansurov da bugün bizlə bərabərdir. Dəvət etmişik ki, mövzuyla bağlı fikirlərini eşidək. Salamlayırıq sizi, xoş gəlmişsiniz. Salam, sabahınız xeyir. Əyləşin elə. Əyləşin, xoş gördük sizi. Xoş gördük. Təbii ki, mövzumuzla bağlı artıq 2 saatda danışırıq, tamaşaçılar da yazır. Heyvanların Mühafizəsi İctimai Birliyi. Təbii ki, biz heyvanları həm mühafizə eləməliyik, özümüz də onlardan mühafizə etməliyik. Çünki, məsələn, küçə itlərinin yaratdığı bir çox təhlükələr olur. Mövzuyla bağlı fikirləriniz maraqlı, çünki artıq bu İctimai Birlikdə neçə ildir ki, fəaliyyət göstərirsiniz. Buyurun. Sağ olun, çox sağ olun ki, dəvət etmişsiniz. Deməli, son vaxtlarda bu mövzu xüsusi olaraq aktuallaşıbdır. Amma biz illərdir bu barədə danışırıq. Bəlli bir metodlar var, yeganə bir çıxış yolu var. O bütün sahibsiz itləri qısırlaşdırmaq və quduzluq əleyhinə peyvəndləmək. Və bunu təbii ki, lokal eləməyin heç bir mənası yoxdur. Bunu ümumi ölkə olaraq, ümumi dövlət proqramı şəklində həyata keçirmək lazımdır. Və bu bizim icad etdiyimiz bir metod deyil, bir proqram deyil. Bu dünyada artıq bütün sivil dünyada bu var. Avropa bu yolla sahibsiz itlərin sayını sıfıra indirdi. ABŞ da həmçinin, eyni Kanada. Qardaş Türkiyə hal-hazırda bu proqramı çox uğurla həyata keçirir və hamı sonra gedəndə görürük ki, necə sahibsiz itlər son dərəcə rahat və passivdirlər. O, ondan irəli gəlir ki, bütün bu sahibsiz itləri qısırlaşdırıblar. Hər il quduzluq əleyhinə peyvənd vururlar. Yəni, onlar risk qrupunda deyirlər ki... Xüsusi bir sığınacaqda qalmırlar da, yenə də küçələrdə gəzirlər. Yox, ancaq aqressiv itləri bələdiyyə gəlir və məhz o aqressiv itləri götürür və aparır xüsusi sığınacaqlara, ancaq o halda. Yəni, normalda itlər küçədə yaşayırlar, sahibsiz itlər və öz həyatlarını başa vurandan sonra nəsil artmadıqda artıq onların sayı da artmır sahibsiz heyvanların. Əksinə aşağı enir və beləliklə minimal şəkildə bu populyasiyanı saxlamaq olar. Bayaq bir izləyici bizə yazmışdı ki, bu qısırlaşdırmaq da doğru deyil. Elə buradan da elə düşünən izləyicilərimiz varsa, onlara da aydınlaşdırmış olduq ki, yəni onları qısırlaşdırmaqla heç də biz həmin o heyvanların nəsli kəsilməsi təhlükəsi və ya onlara bu zorakılıq deyil heyvanlara qarşı qətiyyən. Bu təbiətin işinə qarışmaqdır təbii ki, amma başqa yol da yoxdur. Çünki hal-hazırda sahibsiz itlərin sayının artmasından danışırıqsa, yeganə çıxış yolu budur. Və ümumiyyətlə bilirsiniz, biz heç tam ədalətli olaraq deyə bilmirik ki, sahibsiz heyvanların, itlərin sayı artıb ya yox. Niyə? Çünki ölkədə heç bir rəsmi və yaxud qeyri-rəsmi statistika yoxdur bu barədə. Yəni, heç bir qurum, rəsmi qurum, dövlət qurumu bu barədə araşdırma aparmayıb, hər hansı statistika... Kim aparmalıdır bəs bu araşdırmanı? Bu araşdırmanı ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparmalıdır. Çünki onların bu barədə çox böyük təcrübəsi var. Təcrübə nədən ibarətdir? Məsələn, hər il ov mövsumu yaxınlaşanda vəhşi heyvanların ov növlərinin sayını ekoloqlar təyin edirlər. Yəni, kritik saydadılarsa
ov sezonu həmən növə açılmır, ov növünə. Deyilsə onda açılır. Yəni ekoloqların bir neçə metodikaları var, bir neçə bəlli dünyada qəbul olmuş metodikalar mövcuddur ki, hansına arxalanaraq, əsaslanaraq sahibsiz itlərin sayını təyin etmək olar. Deyəcəksiniz ki, bəs necə artmır əgər insanlar şikayət edirlər? Bu nədən irəli gəlir? Məsələn, şəhərlərdə insanlar hardakı qida tullantıları var və düzgün idarə olunmur. Məsələn, biz indi çıxsaq Sumqayıtda, Xırdalanda, elə Bakının özündə də bütün zibilliklər aşır və də o düzgün idarə olunmur. Hamısı olmasa da müəyyən bir yerdə ola bilər. Bir çoxu, bəli, bir çoxu, bəli. Orada da təbii ki, sahibsiz itlər kütləvi şəkildə yığışırlar. Niyə? Çünki qida tullantıları var, onlar üçün bu qida mənbəyidir. Əgər ki, o qida tullantılarını da biz düzgün idarə etsək, sahibsiz itlər olmayacaq şəhərdə. Çünki onlar üçün yemək olmayacaq, onlar dağılışacaqlar, gedəcəklər. Siz özünüzdə fikir verirsiniz, məhz qida tullantıları olan yerlərdə sahibsiz heyvanlar cəmləşir. Yəni özümüzdən başlayır. Belə deyək də, zibilxanaların ətrafında həmişə yazan izləyicilər də yazırdı ki, zibil atmağa da qorxuruq. Bəli, tamamilə doğrudur bu. Amma ondan irəli buna arxalanaraq biz deyə bilmərik ki, ümumi sayı artıb da. Yox, bizim gözümüzə çox görünə bilər. Çünki hamısı eyni yerdə cəmləşir. Amma ümumi populyasiyanın artıb artmamasını ancaq rəsmi statistikaya arxalanaraq biz deyə bilərik və o rəsmi statistika olması üçün hər hansısa dövlət qurumu, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya ən azından Kənd Təsərrüfatı Nazirliyi bir araşdırma aparmalıdır və statistikanı yaratmalıdırlar. Və sənin halda hər birimiz heyvanlara qarşı şiddətin də əleyhinəyik, amma özümüzü də mütləq şəkildə qorumalıyıq. Elə sizin ictimai birlikdə heyvanların mühafizəsi ilə məşğuldur. Sizə işləriniz uğurlar arzulayırıq. Təşəkkür edirik ki, bizlə bərabər oldunuz. Çox sağ olun, təşəkkür edirik. Qısa fasilə ayrılırıq, daha sonra.
Təşəkkür edirik İlqar Sadıqov bizlə bərabərdir. Xoş gəlmisiniz. Sabahınız xeyir. Sabahınız xeyir Buyurun. olsun. Salamlayıram. ATV Səhərin pozitiv aparıcılarını. Təşəkkür edirik. Əlbəttə ki, gözəl günlər arzulayıram. Doğrudan bu gün çox pozitivsiz, çox gözəl görsənirsiniz, onu da qeyd edirəm. Çox sağ olun, çox sağ olun. Əlbəttə ki, qonağımızdan da asılıdır, etiraf edək də, qonağımızdan da asılı olan bir məqamdır bu. Qonağımızın ifasından da asılıdır, onun da payı var, doğrudan da unudulmaz bir ifadır. Allah Yaqub Sorufçuya rəhmət eləsin. Onun ifasına... Sözlər Nəbi Xəzri və ifa bəstə. Əslində bunu bir neçə ifaçı təqdim edib, öz repertuarına əlavə edib, amma İlqarın yanaşması fərqlidir. Mən Yaqub müəllimin, Allah ona qəni-qəni rəhmət eləsin, xanıma, Aynur xanıma telefon açdım, icazə aldım. Çox sağ olsun, Aynur xanım da etiraz etmədi və dedi ifa elə. Mən dərin təşəkkürümü bildirirəm Aynur xanıma, çox sağ olsun, var olsun. Doğrudan da sevə-sevə dinləyir gənclər və bu mahnını bir çox insanlar sevir. Ümidvaram ki, illərlə, əsrlərlə bu mahnı davam eləyəcək və hamı bu mahnını sevəcək. Doğrudan da çox gözəl bir əsər. Həqiqətən də gözəl də alınıb, yeni ifada var, o barədə danışacağıq. Amma hazırda istərdim ki, baş verən xəbərləri də sizə təbii ki, biz mütəmadi olaraq çatdırırıq, mühüm xəbərlərim. Xarici İşlər Nazirliyi açıqlama yayıb, Ermənistan rəsmisinin Laçın yolunun bağlanması iddia etməsi gülüncdür. Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinləri müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanması iddia etməsi gülüncdür. Reportun xəbərinə görə bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkənin ictimai televiziyasına müsahibə zamanı səsləndirdiyi iddiaya dair şərhində əksini tapıb. Nazirlikdən bildirilib ki, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil, əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı. Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Xarici İşlər Nazirliyindən bu barədə bildirilib. Bir xəbərimiz də var. Onu da sizə çatdırım. Xarici İşlər Nazirliyinin açıqlamasını, Xarici İşlər Nazirliyindən bildirir. Ermənistanın 1975-ci il xəritəsində təkid etməsi əvəzinə delimitasiyaya başlaması daha da faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərinin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır. Reportun xəbərinə görə bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkənin ictimai televiziyasına müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində əksinə tapıb. Nazirlikdən bildirilir ki, beynəlxalq təcrübəyə əsasən Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərinin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır. Xarici İşlər Nazirliyindən açıqlama verilib. Ümumiyyətlə, baş verən bütün hadisələrə baxmayaraq, elə nazirlikdən də verilən açıqlamaya əsasən deyək ki, hələ də tarixdən dərs çıxarmağa bacarmır düşmən. Təbii ki, qonağımız da var. Sözümüzün qonağı bir daha xatırladaq ki, İlqar Sadıqovdur və ondan davam edirik. İlqar, sizi təbrik edirik. Yeni klipiniz, mahnınız yayımlandı. Danışın özünüz ətraflı. Bu mahnı, mən çox sevdim doğrudan bu mahnını, bu ifanı. İfanı deyərkən özümdən o qədər razı deyil, amma açığı deyim. Amma yəni doğrudan musiqi çox xoşuma gəldi, çox zövqümə oxşadı. Bu musiqini, sözləri, musiqini Miro yazıb. Miro kimi belə çox gözəl bəstəkardır və onun bir çox ifaları sevilir, dillər əzbəridir.
Mən də təbii ki, bir gənc olaraq həmişə axtarışdayam və müraciət elədim, sağ olsun. Çox gözəl bir mahnı, gözəl bir əsər yaratdı. Mironun özünün də bir mahnısı var idi. İndi son deyəndə xatırlamaq istədim. Özü ifa eləmişdi, səhv eləmirəmsə, çox gözəldir. Unutmamaqla işləmişdi. Hit mahnıların çoxunu o yazır. Bir çox ifaçılar ondan işləyir, eşitmişəm də. Əminik ki, bu mahnı da hit olacaq və kifayət qədər artıq baxış sayda yığıb, baxmayaraq ki, bir gündə yayımlanıb. Artıq platformaların hər birində var. Bütün platformalarda var və mən böyük bir komandam var. Onlar bunun üzərində çalışırlar. Artıq dünən biz klipi yayımladıq, amma bir çox sosial şəbəkələrdə viral olmuşdu mahnı, amma YouTube-da hələ ki trendə düşməyib. Mən də o fikrim 2 gündür artıq bu dünəndən yata bilmirəm. Dünən axşam mən yatmamışam. Sizin üçün çox önəmlidir trendə düşməsi. Çox önəmlidir, çünki mən hər bir ifamın üzərində çox əziyyət çəkirəm. Yəni artıq 4 aya yaxındır bu mahnının üzərində. Yəni o qədər qulaqlarım o qədər eşidir ki, notları oturub o qədər incələyirəm ki, yəni orada bir dənə balaca hər gün gedirəm studiyada, siz təsəvvür edirsiniz, hər gün nəzər alında trendə düşməyən nə qədər ifa var ki, sevilir, daim dinlənilir, daim oxunulur. Yəni trendə düşməsi üstünlükdür. Düşmədiyi halda da mahnının sevilmədiyi qənaətinə gəlmək də düzgün deyil. Ona görə də məncə bundan özünüzü demotivasiya eləməyin. Fikirləşəndə ki, trendə düşən o qədər ifalar var ki, ümumiyyətlə onlar yəni musiqi kimi, mahnı kimi onları qiymətləndirmək olmur. Təbii ki, bugünkü gün Azərbaycan trendlərinin bir 70%-i bayağı musiqilərdir. Yəni bu açıq aydındır. Yəni mən səmimi və açıq danışacağam. Amma yəni maşallah olsun ki, son zamanlar bizim gənclərimiz, zövqlü gənclərimiz var ki, onlar zövqlü ifalar ifa edirlər və mən onları dəstəkləyirəm və mən fəxr edirəm belə insanlara. Adlarını çəkə bilirsiniz, yoxsa yox? Kimsə yüksəlmir də. Məsələn, Mironun özünün bir çox mahnıları trenddədir son zamanlar. Ayaz Babayevin mahnıları məsələn trenddədir. Səhv eləmirəmsə ikinci idi dünən baxdım. Elvin Babazadənin məsələn mahnısı trend oldu. Yəni mən sevinirəm ki, mənə rəqiblər olsun, mənim rəqabətim daha da güclənsin. Yəni mən belə şeyləri xoşlayıram. Amma yəni çox təəssüf olsun ki, adam ifaçılar var ki, görürsən bir mahnısı trendə düşdü, ondan sonra özünü elə aparışıyor. Amma halbuki musiqidən xəbəri yoxdur. Şəxsən mən tanıyıram. Musiqidən xəbəri yoxdur, indi ola bilər mahnı trendə düşə bilər, amma bu demək deyil ki, sən... Nəzər alaq ki, bu müvəqqəti bir prosesdir, ona görə də bundan övmək yox. İşlə, keyfiyyətlə övmək lazımdır hər zaman. İlqar, biz o yeni mahnını hazırda istərdik təqdim eləyək. Dinləyək, çünki mənim özüm üçün də maraqlıdır ki, tam detallı ilə izləyək, klipi də, ifanı da dinləyək. İnşallah. Daşın attım bugün öz yarıma, bak kovuştum bugün, haber verin kohum kardeşime, şenli yedim yığılın başıma, toy toy toydur bugün, elimizde toydur bugün, toy toy toydur bugün, elimizde toydur bugün.
Neçə olubudur deyə sevə-sevə diqqət eyləyib izləmişik hər səfər Bəyin uğurlanmasına nəzər eləyək bir qədər Belə toy ki var ay cəmaat necə vacib məsələdir Nə qədər çətin işdir bu iş gördüyümüz məsələdir Bu toya bu məqamda bəzək gətirən olmalıydı Hamının qarışanda başı bəy uğurlanmalıydı Coş dənizim, qanada çöp gəmimiz Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz Əs küləyim, coş dənizim, qanada çöp gəmimiz Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz Dostlar bizə göy dəniz əzizdir, göy dəniz əzizdir Sevgilimiz dənizdir, hey dənizdir Yelken kimi biz açırıq Xəzərim Neft alınca bu günləri biz açırıq gözəlim Eşqimizi yelken kimi biz açırıq Xəzərim Neft alınca bu günləri biz açırıq gözəlim Dostlar bizə göy dəniz əzizdir, göy dəniz əzizdir Sevgilimiz dənizdir, hey dənizdir Təşəkkür edirik. Çox sağ olun. Çox gözəl idi. Həqiqətən gözəl mahnıları seçib bir papiri ərsəyə gəlib. Çox sağ olun. Bu əslində istedaddan irəli gəlir də müxtəlif janrlara, müxtəlif mahnılara müraciət etmək və onun uğurlu alınması. Çünki elə ifaçı var ki, o yalnız bir janrda ifa eləyəndə onda uğurlu alınır. Ümumiyyətlə Azərbaycan musiqisi çox gözəldir. Mən hər dəfə fərqli bilirsiniz məkanlarda çıxış edirəm və hər dəfə də bunu qonaqlara da deyirəm. Çünki biz belə deyək də tamaşaçıların zövqünü formalaşdıran bir dəfə Payk Ağayev çox gözəl bir açıqlama eləmişdi. Dedi ki, ifaçı kütlənin arxasından qaçmamalıdır. Yəni öz yaxşı ifaçı o kütləni öz arxasından aparmağı bacarmalıdır. Doğrudan da bu çox gözəl bir söz idi. Mən də çalışdığım qədər, yəni balaca da az da olsa, yəni o çıxış etdiyim məkanlar da, yəni belə deyək, sıradan bir məkanlar deyil. Orada təbliğ edirəm, belə deyək, Azərbaycan musiqisini və həmişə qeyd edirəm ki, doğrudan da yəni həqiqətən belədir. Yəni bir çox ölkələrdə biz belə deyək, Azərbaycan incə sənəti musiqisini təmsil eləmişik qastrol səfərlərində. Yəni onların mədəniyyətlərinə, onların mətbəxlərinə, amma belədir. Amma inanın, ən gözəl insanlar məhz Azərbaycandadır. Ən gözəl mətbəx məhz Azərbaycandadır. Ən gözəl, belə deyək, 9 iqlim qurşağı bizdədir, məsəl üçün. Yəni doğrudan da Azərbaycan bizim məmləkətimiz əvəz olunmazdır. Ona görə də hər birimiz böyük sevgi ilə, hörmətlə yanaşırıq və belə də olmalıdır. İlqar, bizim tamaşaçılarda sualımız olur, viktorinamız var. Hazırda bağlantıda təsadüfən proqram vasitəsilə seçdiyimiz tamaşaçılardan biridir, Mehdiyev Müşfiq. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun. Sizin səsiniz çox zəif gəlir. İndi yaxşı gəlir. Biz ucadan, siz çalışın bizi telefon vasitəsilə eşidəsiniz. Telefon vasitəsilə eşidirəm, amma çox zəif. Biz yüksək səslə danışarıq. Eşidirsiniz bizi hazırda? Necə? Eşidirsiniz bizi? Bəli, amma çox zəifdir. Yəni biz maksimum yüksək səslə danışırıq. O zaman siz telefonun səs azaldıb çoxaldan istəsən, telefonun səsini yüksək eləyin. Və yaxud da ki, televizor vasitəsilə dinləməyə çalışın. 3 sualımız var, onu ünvanlayırıq. Sizə 30 saniyəmiz olacaq. Diqqətli oluruq və biz başlayırıq. Buyur. Necə? Başlayırıq. Sualları ünvanlayırıq sizə. Biz hazırda sizə sualları ünvanlayırıq. 3 sualda siz cavab verəcəksiniz. 30 saniyə getdi. Sım kəndi harada yerləşir? Nə? Sım kəndi harada yerləşir? Sim kəndi harada yerləşir? Sim kəndi harada yerləşir? Sim. Valla mən eşitmirəm sizi. Əfsuslar olsun belə olduğu halda o zaman televizoru siz söndürün. Sım kəndi harada yerləşir? Biz artıq bundan yüksək... Hərf deyə bilərsiniz, cil dedi. S-I-M, Sim kəndi.
Sim kəndi. Yox, siz... Əfsuslar olsun, belə davam eləyə bilməyəcək. Əfsuslar olsun, belə davam eləyə Təəssüflər olsun bilməyəcək. ki, bəli, siz bizi eşitmədiniz. Çox heyif ki, belə şanslı olmağa, şanslıydınız, amma təəssüf suallara cavab verəm, eşitmədiniz. Eşitmədiniz, cavab verə bilmədiniz, yox, eşidə bilmədiniz. Yenidən qoşularsınız, yenidən şansınızı məncə sunuyun. Amma söhbət Astaranın ən məşhur kəndi Sım kəndindən gedirdi. Məncə siz Xım eşidib, yəni Sim başa düşməmək, məncə artıq onsuz da tanımayacaq izləyici. Və İlqar, sizə təşəkkür edirik sonda. Çox sağ olun ki, bərabər oldunuz bizdən. Yeni mahnınızı təqdim elədiniz. Trend olmasını diləyirik. Ümumiyyətlə, bütün mahnıların. Ümumiyyətlə, səhnədə performans nümayiş etdirə bilən gənc ifaçılardansınız. Ardı gəlsin, davamlı olsun İlqar. Mən sizə dərin təşəkkürümü bildirirəm və təbii ki, ATV-nin bütün kollektivini, ATV rəhbərliyinin öz dərin təşəkkürümü bildirirəm. Sizə dərin təşəkkürümü bildirirəm ki, siz də gəncsiniz və həmişə gənclərə dəstək olursunuz. Var olun ki, belə gözəl bir təşəbbüslə həmişə. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun və sonda sizin ifanızı yenidən dinləyəcəyik. Amma bir təşəkkürümüz var. Baş sponsorumuz Final Çayadır bu təşəkkürümüz. 30 illik həyatımızda olan Final Çay öz keyfiyyətini qorumaqla bir klassikaya çevrilib və ölkəmizin bütün bölgələrində sevilərək içilməkdədir. İllərdir dəyişməyən keyfiyyəti və dadıyla Final Çay doğrudan da klassik olmağa layiqdir. İllər ötsə də insanlar və məkanlar dəyişsə də Final Çay ilk günkü keyfiyyətini, orijinallığını, ləzzətini və təbiiliyini qoruyub süfrələrə dad qatan özəl günlərimizə, söhbətlərimizə sirdaş olan və ölkəmizin bütün bölgələrində sevilərək içilən Final Çay öz dolğun bergamot ətri və dadıyla çay sevərlərə fərqli hisslər yaşadan yeni Ultra Earl Grey çeşidini təqdim edir. Təbii bergamot ətri çaya xüsusi qeyri-adi xoş ətir və dad verməklə yanaşı nostalji anlar da yaşadır. Final Çayı o bir klassikadır. Mən isə geyimim üçün Memar Əcəm metro stansiyası yaxınlığında yerləşən Podium Parka təşəkkür eləmək istəyirəm. Qeyd edeyim ki, yeni kolleksiya gəlib, fürsəti mütləq dəyərləndirin, yolunuzu Podium Parkdan salın. Bugünlük bu qədər, sonda Sadıqın ifasını dinləyirik. Buyurun. Bəli, sağ olun.